Salam, mən Kənan Məstəli, idman jurnalistiyəm. Sizi 11 adam ekstrada salamlayıram. Adət halına artıq alıbdıq. Bundan sonraki mərhələlərdə mənə bir yerdə müsahibədə dəyərli həmkarım, dostumuz Anar Xanlarov iştirak edəcək. Anar, xoş gəlmisən. Xoş gördük Kənan. Qonağımız isə yəni titullarını, adını çox saymaq olar. Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, Premyer Liqamızda bir çox komandalarda iştirak eləmiş. Eyni zamanda da futbolçu karyerasında milli komandada uzun illər oynamış. Futbol mütəxəssisi Şahin Diniyevdir. Şahin müəllim, xoş gəlmisiniz. Salam Kənan, çox sağ olun dəvət etdiyiniz üçün və sizə uğurlar arzulayıram işlərinizdə. Təşəkkür edirəm. Şahin müəllim, klassik olaraq qonaqlarımıza verdiyim birinci sual belə olur ki, necəsiz? Yaxşı, ən əsası bu həyatda sağlamlıqdır, sağlamıq, yeriyə bilirik, görə bilirik, hiss eləyə bilirik. Bu ən vacib olan bir şeydir. Hal-hazırda nə işlə məşğulsunuz? Səbaildən gedəndən sonra boşluq oldu və hal-hazırda nə işlə məşğulsunuz? Şablon da olsa hər bir sözün, adam sözü var, ev işlərindən məşğulam və yaxud da evdəyəm belə. Ancaq yenə o həyatımız davam edir, futbolsuz həyatımız davam edir. Ancaq təkcə həyat futbol demək deyil, əlbəttə o bizim işimizdir, onunla yaşayırıq. Ancaq onsuz da yaşamağı bacarmaq lazımdır və onun üçün çox işlər var ki, onların içindəyik. Dost, qohum, əqraba, tanışlıq, görüşlər, bu da onun içindədir. Yəni çox uzun müddət deyil futbolsuzluq. Ona görə bu da lazımdır ki, biraz da özünə fikir vermək üçün mənə də gəlir bu zamana da ehtiyac var. Yəni işləyəndə bu ailəyə və digər bu dediyiniz məsələlərə çox vaxt ayırmaq olmur. Yəni daha çox Tamamilə düz deyirsən. Nə həm ailəyə, həm yaxına, həm böyük ətrafa, həm də özünün sağlamlığına fikir verə bilmirsən, hər şeyi sabaha saxlayırsan deyən. Bu da çox vacibdir ki, belə deyək də bərpa olunmaq üçün mənə gəlir ki, insan özünə zaman ayırmalıdır, vaxt tapmalıdır. Qısaca olaraq bu məsələyə toxunaq. Ən son iş yeri Səbail oldu. Orada artıq bir neçə ayda oradan ayrılmışsınız. İndidən baxanda üstündən 4 ay, 5 ay keçib artıq. Qısa olaraq Səbaildə fəaliyyətiniz necə oldu və belə deyək də niyə alınmadı? Belə deyək, fikrinizi, layihənizi axıra qədər yerinə yetirənmədiniz? Səbaildə indiyə kimi görmüsünüz, çıxandan sonra heç bir yerdə, heç bir belə də informasiya verməmişəm və danışmaq da istəmirəm, nə mənada. O mənada deyil ki, inciyəm Səbail üçün, yox. Səbailə ilk əvvəla uğurlar arzulayıram, düşünürəm ki, çətin bir durumdadılar və bunun öhdəsindən gəlmək qüdrəti var. Həm futbolçular, yetərincə futbol sayı var. O ki, qaldı şəxsən mənə, hər bir şeydə mən indiyə qədər belə böyük danışmaq olmasın, heç bir yerdən çıxarılmamışam. Yəni özüm istefa verib getmişəm. Hər bir millidən tutmuş, düz klublara qədər, həm Rusiya klubları, həm Azərbaycan klubları və burada da mən gördüm qabaqda irəlidə perspektivin olmamasını mən gördüm. Onu gördüm, daha doğrusu o perspektivi çoxdan görürdüm. Belə deyək, çempionat başlayanda, təxminən avqust ayında bunları görürdüm. Yəni həm büdcə baxımından, həm komandanın bugünkü durumu haqqında görürdüm hər şeyi. Ancaq düşünürdüm ki, özümdə güc tapıb bunu hansısa bir səddə aparıb çatdıra bilərəm. Yəni belə deyək də UEFA zonası deyəndə belə o mümkün deyil. Yəni komandanın Premyer Liqa qalması üçün əlim bundan bacara bilərəm və bunu da belə deyək, Kəpəzdən 4 xal irəlidəydik və axırıncı maçda gördüm ki, artıq hər şey bir maliyə bağlanan bir şeylərdir, futbolçuları motivasiya eləmək, onları görürdüm ki, yəni burada çətinliklərim var. O sarıdan zamanında addım atmasın. Bəlkə də biraz gecikmiş bir addım idi. Ancaq düşünürəm ki, komandanı belə deyim də yaxşı əllərə vermək istədim və getmək istədim. Bu da mənim öz istəyim idi. Düşünürəm ki, atılmış addım düşünülmüş bir addım idi. Yəni spontana belə deyək ki, belə birdən beyinə gələn fikir deyildi. Sadəcə o fikirlər üst-üstə gələrək, yığılaraq bəlkə də biraz gecikdim istefa verməkdə. Düşünürəm ki, mənim üçün vaxtında atılan bir addım idi. Ümumiyyətlə istefa mədəniyyəti yaxşı bir şeydir. İnsan özü istefa verməyi, bir mütəxəssis istefaya verim, özüm məni yola salmaqdan əvvəl mən özüm istefa verim fikri varsa bu əslində alqışlanasıdır. Çünki istəməyən yerdə, əgər istəməyən yerdirsə təbii ki, orada əvvəlcədən getmək daha doğru olur. İnternetdə Şahin Diniyev adını axtarışa verəndə Wikipedia və məlumatlardan sonra gələn ilk xəbər milli komandanın yeni baş məşqçisi Şahin Diniyev təyin olundu. Belə başlığı çıxır. Bugünü danışdıq. Bir qədər köhnə vaxta gedək. Milli komandadakı dövrə çıxır. Niyə milli komandaya müraciət edirəm? Çünki hazırda bizim
İstənilən futbol söhbətlərində, istənilən futbol azarkeşlərlə, mütəxəssislərlə müzakirələr zamanı ilk dəfə yada düşür, elə hamı milli komandadan danışır. Mən belə başlayım ki, o vaxtki milli komanda ilə indiki milli komanda arasında fərqlər nədir sualını verirəm. Sadəcə detallı vermək istəyirəm bir qədər. Təbii ki, şərait fərqi ola bilər, amma məsələn biz həmişə və son illərdə də illərdə də müzakirə olunan məsələ odur ki, o vaxtın futbolçuları daha yaxşı futbolçular idi. İndiki futbolçular o səviyyədə deyil, amma o vaxtki şərait fərqli idi. Yəni bu fikirlərdən çıxış eləyərək, o vaxtki milli komanda, sizin dövrünüzdəki milli komanda ilə indiki milli komandanın arasındakı və milli komandalarda oynayan futbolçular arasındakı fərqi dilə gətirməyinizi istəyərdim. Biraz çətin sualdır, nə mənada bunu daha düşünülmüş şəkildə izah etməyə çalışacağam. Zamanın fərqi var. Zaman bir şeyin yaxşı, bir şeyin pis olmasını edir və ümumiyyətlə hər şey inkişafa doğru gedən bir yoldur. Deyək ki, o zamanda olan millilər bugünkü milli ilə belə deyək də Fransa ilə və yaxud belə deyək İtaliyanın indiki İtaliyan arasında fərq olduğu üçün Azərbaycan yəni bütün millilərdə və klublarda fərq mütləqdir. Ona görə futbol tezləşir, futbol sürətlənir, futbol həm düşünmə, həm icra etmə, hər saniyələri qabağa sala bilirsən ki, daha tez eləməyə, daha tez çalışmaq istəyirsən. Dünyanın hər bir yerində futbolu eynidir. Hər yerində aut atırlar, hər yerində küçdən zərbələr olur. Ancaq bunu daha tez kim eləyirsə, yəni zaman məsələsi var və getdikcə futbol da sürətlənir. Və baxsanız 56-cı illərə, 70-ci illərə, indiki futbola baxarsınız, görün nə qədər sürət, nə qədər böyükdür. O zaman futbolçu seçim üçün zamanı var idisə, hansısa bir baxırdı, görürdü, dayanırdı. Bir gün dayanmağa, düşünməyə, beyin tezliyi və icra tezliyi daha çox çoxalıb. Və o zaman da dediyim kimi futbolun da, yəni biz belə deyək də, inkişafımız zəif gedir. Yəni ki, belə deyək, o sürətlə başqa millilər üçün çox uzağa getməyək. Baxın, görün bir də Lüksemburq komandasını götürək. Baxın görün hardan hara gəldi. Hansı bir cırtdan dövləti. Ən aşağısı 10-0 uduzurlar, 7-0, 8-0. Səhv eləmirəm, şimdi faktlara daha siz məndən yaxşı bilərsiniz. Ancaq düzgün bir strategiya quruldu, düzgün bir belə deyək ki, istiqamət götürüldü və qısa zaman ərzində artıq belə deyək də qrupda 3-cü yer uğrunda mübarizə aparılır qısa bir zamanda. Biz o yolu tuta bilmədik. Sadəcə bizdə proqramlar qəbul olundu, onun icrası olmadı. Proqram ola bilər. Bir dəfə bu yaxınlarda bir məndən intervyu götürən dedi ki, bəs bütün futbol neçə ilə düzələ bilər? Düzdür, onu təhrif elədi. Başqa bir yöndə yazdı ki, mən sadəcə dedim ki, 50 ildə bizim futbol düzəlməyəcək. Elə bir söz deməmişəm. Sadəcə dedi ki, hansı bir forma? Dedim ki, fərqi yoxdur. 5 illik proqram dedi, qəbul elə 10 illik. Dedim, yox, ilin fərqi yoxdur. Əsas o ilin necə icra edilməsindədir və 50 biz proqram qəbul olaraq icra eləmir, 50 ildə düzələ bilməz. Ancaq sadəcə başlıq çıxsa 50 il bu futbolumuz olmayacaq. Bu da bir jurnalist tərəfdən artıq mən intervyularında biraz ehtiyatlı oluram. Yəni o mənada. Nə demək istəyirəm? İnkişafımız ola bilmədi və inkişafı yolunu tuta bilmədi. Düzgün bir istiqamət tuta bilmədi. Yəni sadəcə bir üfüqdə bir xətt var. Ora getmək üçün bir labirint xəttdəyik. Hələ ki bilmirik ki, o xəttdə ən qısa zaman ərzində necə gedə bilər, hansı sata bilər. Bunun üçün də təkcə futbol adamları bunu düşünməməli. Strateji bir məsələdir deyən, təkcə o menecer baxımından, jurnalist baxımından, azarkeş, hər bir şeyin azarkeş baxımından, belə deyək ki, menecment baxımından, maliyyə cəhətdən bunlar hamısı toplanıb bir istiqamət götürülməlidir. Əgər sən bu yolu gedirsənsə, üzr istəmə, əgər sənin benzinin yoxdursa bu maşına gedə bilməyəsən. Deməli ora maliyyə də lazımdır ki, o işə baxan da lazımdır. Ona görə böyük bir qlobal bir məsələdir. Yəni sadəcə futbol elə bir sahədir ki, orada bir deyək ki, detallı dəyişəndə hər şey düzələcək, deyək uşaq futbolunu düzəlsə hər şey düzəlir, belə bir deyim yoxdur. Və yaxud klubları düzəldə, hər şey düzəldə, belə bir və yaxud stadionlar tikək 100 dənə bizim deyək ki, texniki bazamız yüksək səviyyədə olsun, onu icra edə bilməyəcəyik, orada oynaya bilməyəcəyik, oradan istifadə edə bilməyəcəyik, məşqçilərimiz savadlı olmayacaq, futbolçularımız belə deyək, dayanaqlı olmayacaqlar. Həm bilirsiniz, iki şey var da uşaqların artmasında. Bir savad, bir təhsil, bir də səhiyyə. Əgər savadsız və xəstə uşaq heç vaxt böyük futbolçu ola bilməz. Baxın görün hara getdik, çıxdıq. Balaca bir futboldan getdik, səhiyyə, təhsilə çıxdıq. O sarıdan, yəni qlobal bir strateji bir, məsələn Almaniyada bir zaman hansı ili siz yaxşı bilərsiniz, futbol getdi aşağı, enişə getdi. Birdən-birə nə etdilər? 100 ən perspektivli futbolçunu yığdılar bir internata. Və bir 6 ildən sonra həmin futbolçular artıq Avropa çempionu oldular. Yəni hər ölkənin, demirəm biz də yüzünü yığaq, bizdə o alınmaz yəqin ki, bizdə axı bu təməl yoxdur. Onu düzəltmək üçün, onun üçün o 100 uşağa nəyisə verib, necə. O məsələlər ona görə aiddir. Qaldı ki, sırf biraz uzaqdan başladım, o görə sizin sualınız biraz
istədim ki, biraz o suala cavabına yaxınlaşım. O vaxtki milli ilə baxın, o vaxtki millidə çoxu hər bir şey deyə bilər. Mən legionerlərə üstünlük verdim. Baxın, 8 legioner futbol 8-3-ü olan mənim dövrümdə 8-3 idi. İndi siz jurnalistsiz onu bilirsiniz. 3 oyuncudan da hər bir komanda bir qapıçı vardı. Elxan Əsovun birində, Nizami birində, Salyamov birində belə bir legionerlərdən hər komanda bir dənə yerli qapıçı idi. Qalırdı 2 futbolçu. 14 komandadan da 28 futbolçu, 12 14 səhv eləyə bilərəm burada. Onların da çoxu əsas heyətdə deyildi. Baxın, heyətə baxın, mənim götürdüyüm o futbolçu. Çoxu əsas heyətdə futbol oynamırdılar. Və çoxu da təcrübəli 35-30 yaşlı futbolçular idi orada oynayanlar. Və mən fikir verdim ki, bunu dəyişmək lazım. Nəyəsə qarşı yenidən bir yığaq. Gənclər gəldi. Baxın, Vaqif Cavabı 16 yaş, Vüqar Nadirov 17 yaş, Murad, saysan bir də Elvin Məmmədov. Bunlar saysan 17, 16, 18 yaşlı futbolçular başladı bunlarla işləməyə. Və uğurlu da başlamışdıq. İlk oyunu, 3 oyunu biz Türkiyə, Ukraynada heç şeylərdə, Türkiyədə, yəni faktlardır, mən demirəm bundan. Və bu legionerlərdən də mən demişdim ki, orada indiyə kimi də sözlərim yadımda ki, addım-addım biz imtina eləyəcəyik, yəni futbolçular yetişənə qədər. Və deyək ki, axırıncı oyunda 2 legioner qalmışdı artıq. Yəni heyət də var, baxa bilərsiniz. Və ona doğru gedirdik və pis də deyildi. Yəni bəzi məsələlər vardı ki, biz hazır deyildik. İndi baxıram mən keçmiş oyunlara, Porsche ilə uduzduğumuz 5 oyuna baxarsınız, əgər internetdə var, YouTube-da var. Baxsanız, komanda futbol oyunu, komanda pressingi, komanda qabaq. Demirəm mənə görə yox. O futbol siz dediyiniz gələm həmin güclüydür yoxsa yox. O futbolçular məsəl üçün bu günlər tamam başqa işlər görürdülər. Ancaq bu gün bizi fokuslandırırlar bir tərəfə. Sizi, məni, azarkeşləri, sadə bir adamları, jurnalistləri bir tərəfə, günahkar, baş məşqçi və futbolçu. Baxın, ən asan yerdir, ən vurulan yaxşı bir yerdir. Çox yaxşı bir yerdir, asan yerdir. Hamı da düşür ora. Baxın görək o məşqçiləri, futbolçuları kimi yetişdirir, hansı şəraitdə, necə vəziyyətdə. Artıq bəzi qurumlar buradan çəkilir kənara, asan yer odur. Mən həmişə deyirəm, 33 ilə biz ancaq baş məşqçi dəyişirik. Başqa nə dəyişir? Nəsə dəyişir? Məntiq var. Əgər bir şeydə səndə işlər düz getmirsə, onu dəyişirsənsə, o detalı dəyişirsən, istədiyin maşın işləyirsə, deməli sən düz elədin. 33 ildir biz detalı dəyişirik, həmin maşın işləmirsə, deməli o deyil də, problem orada deyil. Ancaq yenə biz israrla oranı axtarırıq. Yenə sizli-bizli düşürük baş məşqçi kimdirsə, Santoş, Diniyev, Xanlarov, Məstəliyev, onun üstünə düşürük və cəmaatı da ora fokuslandırırıq ki, bu tərəfdəki problemi heç kim görmür. Və bu gün ən böyük dərdimiz odur. Düzgün biz problemin yerini, kökünü düzgün qeyd eləyə bilir, tapırıq, bilirik. Hamımız da bilirik haradadır. Hər birimiz də bilirik. Bu gün baxın bizim idarə etmə haradadır. Bu gün bizim hansı şərait. Bu günləri Bakıda, Anar məndən yaxşı bilər, sən də Kənan yaxşı bilərsən ki, Premyer Liqanın məşq eləməyə meydançaları yoxdur. Tapa Mən bilmirlər. yadıma gəlir ki, Siz hansı uğurdan siz danışırsınız? milli komandanın baş məşqçisi olanda, mən o vaxtı qəzetdə işləyəndə gəlmişdim. Siz milli komandanı Dövlət Yol Polisi İdarəsinin ehtiyat meydançasında, Xırdalandakı meydançasında milli komandanı hazırlayırdı və milli komanda orada məşq keçirdi. Mən heç ona meydança demək, stadion demək, heç meydança deməyə də yəni adamın dili gəlmir. Çünki o yəni meydança da. Çünki elə yerdə milli komanda orada oynamamalıdır. Amma maraqlıdır ki, o milli komandanın orada oynayan milli komanda, indiki milli komanda arasında şərait baxımından da ortada çox ciddi fərq var. Amma nəticələr fərqli deyil. Biz keçən 6 oyuna biz 5 xal toplamışdıq. 4 oyundan sonra mən istefa verdim. Daha 4 oyunumuz vardı və üstə gəl 2 oyunda ola bilərdi, Ermənistanla o çıxardı. Yəni 6 oyun qalmış, 5 xalla normal bir nəticə ilə oldu. Sizin indi bəlkə də biraz biz çox ciddiliyə qapılıq, biraz bu ciddilikdən çıxaq. Tamaşaçılar üçün maraqlı olsun. Sizin yadınıza saldığınız o meydança maraqlı fakt deyim, doğrudan da o meydançanın uzunluğu hardasa 100 metr idi, eni 40 metr idi. Və orada çalış deyilən, yəqin hamı bilər bu bitkini, böyük çalış çıxırdı, yəni ot da çıxmırdı. Bir dəfə biz meydançaya gedəcəkdik orada məşq eləməyə, bizə getdik, Respublikan stadionu vermədilər milliyə, vermədilər bizə millini. Gəldik biz oraya, mən zəng elədim, sağ olsunlar, Ramiz müəllimin də Allah onun canı sağ olsun, çox köməkli edirdi, nə köməkli, yəni stadionu. Orada bir dediler biz günortadan sonra məşqə gedəcəyik. Mən səhər getdim məşqə yerə baxmağa ki, görüm biz orada qaldıq, yaxında qaldıq. Ramiz Zeynalov deyirsən, yəni. Ramiz Zeynalov, bəli, hə. Getdim o meydançaya baxmaq ki, doğrudan da uzunluğu belədir. Məşqi də elə qurmalısan ki, sən axı standartda bu futbol oynamayasan, standartda bu taktika qurmayasan. Məcburuq ona uyğun bir oyun oynayaq da və məşq quraq da. Və o zaman meydança çalış idi, dizə qədər hardasa. Dedilər ki, orada işçilər dedilər ki, narahat olun, siz gəlinə kimi saat 4-ə qədər meydança biçiləcək, hazır olacaq da. Biçiləcək deyəndə belə də quru formada. Və biz gəldik ki, meydançanın yarısı biçilib, yarısı yoxdur. Dedik, bəs nə oldu? Dedi ki,
Allah məni bağışlasın, orada bir uşaq vardı o meydançanı qırxan. Yolu keçib şey alanda, salyarkası alanda o maşın üçün onu vurmuşdu, maşın vurmuşdu, ölmüşdü. Və o biz yarım meydançada biz qaldıq. O yarım meydança hesab edin 20 metrdə, 40 metrəsi eni idi. 90-100 də uzunluğuydu da. Hesab Buradan edin ki, Zarazmenk həbə belə bir formada qırxılmışdı. Yəni belə. Belə də yox. Belə. Uzun aslında. Gəldi ki 20 metrəni belə deyək, 80 metrə ya 100 metr olan bir meydança. Belə vaxtlar da olub. Mən indi bu bilirsiniz nə var? Mən o zaman da deyirəm, indi də deyirəm ki, şərait baxımından ancaq istək futbolçularda, yəni belə deyək ki, çox idi. Yəni futbolçular oynamaq istəyirlər, futbolçular bir deyim ki, motivasiya böyük idi. Baxmayaraq ki, nə maliyyə baxımından, nə şərait baxımından heç vaxt bizə sığmırdı. Şahin siz mənimlə biraz ətraflı danışdınız. Bütün futbolun problemləri, millinin problemləri. Mən əslərdən başlamaq istədim. Sizin o vaxt milli komandaya baş məşqçi təyinatdınız. Səhv eləmirəmsə, Gəncə klubunda işləyirdiniz. Oradan gəldiniz milliyə və o vaxtda çoxları bunu təəccüblə qarşıladı. Yəni özünüz etiraf elərsiniz ki, birdən-birə Şahin Dünyəyev millinin baş məşqçisi. Çünki o dövr daha çox oyunda olan məşqçilər belə titul Ağasəlim Mirzəvadov, Kazbek Toğayev, Vaqif Çavadov. Birdən-birə Şahin Dünyəyev və hətta səhv eləmirəmsə hansısa bir futbolçu, indi adını çəkməyəcəm, o vaxt belə bir açıqlama vermişdi ki, mən Şahin Dünyəyev baş məşqçi təyin olduğunu mənə deyəndə elə bildim zarafat edirlər. Əslində da milliyə çağırmamışdınız futbolçunu. Yəni bu üstün özünüzə necə gəlin belə deyək, gəlmir həmin adı. Gözləyirsizmi yoxsa hansı situasiyada sizə təklif gəldi? Yəni reaksiyanız necə oldu? Burada mənim sizə hər ikinizə böyük hörmətim var. Yəni sualın ətrafından fırlansam sizə hörmətsizlik olacaq. Çalışacağam mən bura gəlmişəmsə, səmimi olsun, necə gəldiyim də bilinsin. Yəni bəlkə başqaları üçün sizin deyirsə o belə dedi, bu belə dedi. Mən də fikirləşim o. Yəni şairlərdən yox, reallıqlar var. Mən o vaxt Gəncədə işlədim. Gəncə klubu 2-ci yerə qədər gəlib çıxmışdıq o vaxtlar. Yaxşı bir iş görürdü. Ancaq büdcə sarıdan da aşağı idi. Və mənə çağırdılar mənə federasiya. İndi də Fuad Əsədov var, baş katib. Allah onun can sağlığı versin. Və mənə dedi ki, sən millini necə görürsən? Mənə bir proqram bir şəklində, yəni bir gör millini sən necə görürsən belə. Dedim, yaxşı, gedərəm, bir dənə proqram yaz, bizə ver də. Mən də 3 il ərzində milli proqram yazdım və orada da vardı gənclik yenidən dəyişilməli. Ya bu heyətlə bir uğur qazana bilmirsə, yenə də nəyisə dəyişməliyik. Yəni sadəcə orada bir 3 illik bir proqram fason, yəni millinin 3 illik proqram, futbolun yox ha, yanlışlıq olmasın. Milli necə mən görürəm, necə inkişaf eləyə bilər, uşaq gənclərdən gəncləşdirmək. Ancaq bunu belə deyək də birdən-birə hamısını 16, 18, 17 yaş yox. Sadəcə addım bu yola gedib və burada uğur qazanmağın yolu 3 ildən sonra uğur qazanmağın millinin yolunu yazdım. Düşündüyüm necə görürəm, nə kitabdan, nə internetdən, sadəcə mən necə görürəm. Azərbaycan reallığı tam başqadır. Sən Almaniyanın inkişafını və yaxud Braziliyanı götürüb yaza bilərsən. Ancaq bugünkü durum nə hansıdır yazdım, verdim və icra komitəsi səhv eləməsi oldu. Onu deyə bilmərəm icra komitəsi nələr oldu və məni çağırdılar ki, yazdığınız proqram doğrudan həyata keçirə bilsək. Əlbəttə o proqramı həyata keçirməsi təkcə mənim üstümdə olan şey deyildi. Yəni ümumi bir baxış vardı və mənə dedilər ki, sən istəyirsən millini bacararsan, mən yazdıqlarımı eləyə bilərəm. Başqa şeyləri gəl, məndən siz Avropa çempionu final mərhələsinə çıxmaz, o olmayacaq. Düzünü deyim sizə. Bu institutda bu da olmayacaq. Yəni belə şərtlər öz şeylərimi qoydum. O demək deyil ki, sənə kreslo və ya hansısa bir şey verirlər. Bugün bizdən çox çağıran kimi hamımız qaçırıq və fikirləşmirik ki, onu bacararam yoxsa yox. Bugün çox asandır. Premyer Liqada məşqçi çağırırıq və ya birinci dəstəyə. Sonra da fikirləşmən hə deyir. Fikirləş, bax birinci bir analiz elə, o komanda nələr var, hansı material var, bunu eləyəcəksən, eləməyəcəksən. Bu yolun axırı var, axıra gələndə 3 məktub məsələsini eləməyəcəksən. Ona görə çünki mənim milliyə gəlməyim belə oldu. Yəni başqa namizəd vardı sizdən başqa vaxt? Onu deyə bilmərəm, valla hansı namizəd vardı. Mən bilən, mən sonradan eşitdim ki, o vaxt Vaqif Sadıqov qalmışdı orada. Torresdən sonra. İndi biraz hansısa bir yanlışlıq verə bilərəm o tarix yazımı. Vaqif Sadıqova təklif olunmuşdu qalmaq, istəməmişdi. Bax bu bilməm hansısa bir danışıqlar vardı, ancaq belə deyim ki, tək mən öz bildiyim bura qədər idi. Mənim də gəldiyim bura qədər idi. Yəni deyirəm, ilk oyunu biz Türkiyə millisi ilə oynadı Fatih Tərimin. Heç oyuna sonra Ukraynanın qəbul etdi hansı ki dünya çempionatları məsələ düşmə. Yenə orada sonradan bəzi problemlər çıxdı, bəzi bu anlaşılmaz ola gəldi, çıxdıq o vəziyyətə. Ancaq yenə deyim ki, o vaxt üçün milli sıradan bir milli deyildi, qapazaltı bir milli idi, oynayan bir komandaydı. Bugün faktlar da var, YouTube-da olan keçmiş oyunlarımız da var. Baxanda görəcəksiniz milli çox məzmunlu bir futbol. Maraqlıdır, sir deyilsə o vaxtda
maaşınız nə qədərdir? Hansı müqaviləyə qol çəkmisiniz? Çünki indi millinin baş məşqçiləri fantastik məbləğdə maaş Yox, mən düzü mənim ən sadəliyimdir, mənim bəlkə də indi hərəsi bir cürə. Siz bir suala cavab verəndə bir şey konkret deyəndə hərə bir yola yonur da. Onun yaxşı fikirləşsənsə onu yaxşı yola versən, pis fikirləşsən onu pis yola. Ona görə mən açıq mənim müqaviləmdə də 8000 manat mənim müqaviləm idi və bəziləri bu böyük bir məbləğ gəlirdi. Yəni ki, o vaxt ki mənim millidə işlədiyim illik aylıq maaş sizə bir şey deyim, yəni ki, o indi o bonuslardan danışın, səmimi bir söhbət edik də. Bizim bir dəfə ən böyük bonusumuz bizim Finlandiyanın evdəki oyunumuzda hər bir futbolçu 2000 manat aldı. Yəni o qələbəyə görə də heç hissəyə bizdə yox idi. Yəni tək qələbə qazanma Avropa çempionatını. Bunlar var idi. Hətta bir ara o məğlubiyyətə belə AFFAdan premyalar, bonuslar verildiyi dövr olmuşdu. Yəni çox yox. Yəni ondan getməyək. İndi biraz qeybət eləsə bizi düzgün başında elədik. Həmin Finlandiyanı biz burada 2000 udduq. Ancaq 2 aydan sonra həmin Finlandiya 2-1 uduzaraq 5000 prem almışdı, bonus almışdı komanda. Yəni həmin komandalar həmin vaxt. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Bəli, milli komandada demişkən və Anar da bu məsələyə toxundu. Onun üstündən keçə bilməli nə məsələdir? Yəni problemləriniz olan futbolçular oldu. Komandada problemləriniz vardı. Yəni bilirik ki, bəzi futbolçular sizin rəhbərliyinizin altında oynamaq istəmirdilər. Sizin problemlər yaşadığınız olurdu. Lava da çəkə bilərəm, Rəşad Sadıqovla da problemimiz olmuşdu. Çünki bu sir deyil də. Yəni bunu bir sir kimi qəbul eləyək ki, Ukrayna məğlubiyyətdən sonra problem. Yəni siz necə görürsünüz? Problem nədə idi və o problemlər artıq arxada qalıb demək olarmı? Yəni Rəşad Sadıqovla münasibətləriniz qaydasında. O bir sualın biraz düzəldim sualınızı. Bir futbolçular mənim məşqçinin fəaliyyətinin altında işləmək istəmirdilər, o olmuyor. Mən istəmədiyim olub. Bəli. Yəni məni oradan kimsə deməyib ki, bu məşqçi burada olacaq, mən oynamayacağam. Belə bir eşyanda görə bilməzsiniz. Mən demişəm, bayaq mən başlayanda milliyə baxdım, dedim ki, nəyisə dəyişmək lazımdır. Əgər bununla səninki alınmırsa, belə deyək, indiki futbolçular, indiki taktikanı, indiki sxemlə, ya sxemi, taktikanı futbolçulara dəyişməlisən. Bu mümkün deyil. Yəni burada şəxsi bir kimlənsə mənim hegemonumu mən belə görmüşəm. Görmüşəm ki, deyək ki, Anarla yox, Kənanla mən davam eləməliyəm. Bunu eləməliyəm. Bunu bu mənim şəxsi fikrim. Mən heç kim yönətməyib. Hərdən deyirlər federasiya belədir, yox. Hərdən deyirlər at federasiyanın üstündəki sənlik deyir, sənə deyirlər belə. Açıq söhbət deyirəm sizə də. Mənə deyirlər ki, denən ki, bunu federasiyanın sənə məcbur elə filankəsi çağırma, filankəsi götürmə. Dedim, niyə elə deməliyəm ki? Yox, mən eləyirəm, niyə deməliyəm ki? Yox, sənə şey gəlməsin, tənqid gəlməsin. Dedim, niyə bu işin altındaysa? Bu belədir. Bu gün Rəşad hər bir adam yox, elə bir klub rəhbərliyi də mənə deyirdi, o birisi istəyənlər də deyirdi, filankəs də deyirdi. Bu asan məsələ idi. Nə idi ki, üstünə axı mən niyə kiminsə həyat belədir ki, insan o qədər yalan danışır, sonra o yalanı yadına sala bilmir ki, həmin vaxtda nələr olub. Fikirləşsən ki, mən o vaxt nə hansı yalan danışır. Ancaq düz danışın da bilirsən ki, bu idi. Həmin vaxtda həmin şeyi təkrar edə biləcəksən. Ancaq o yadına düşməyəcək ki, hansı yalanı danışır. Yalanı da axı bilmirsən, onu yadına salıb danışa bilməyəsən. Və bəzi futbolçular belə deyək ki, Torresin dövründə olan futbolçuların təkcə Rəşad Sadıqov deyil, orada 7-8, bəlkə də bir 10-11 futbolçu vardı. Bayaq mən dediyim kimi mən dəyişmək istədim. Yenidən məsələn Vaqif Savadov gəldi, 16 yaşlı Vüqar Nadirov gəldi. Bəxtiyar gəldi, 18-19 yaşlı Murad gəldi, Elvi Məmmədov gəldi. Yəni sıranı çoxalda bilərəm orada çoxdur. Məsələn, təxminən 16-20 yaşa qədər 7-8 futbolçu cəlb edib o sarıdan, yəni mənim sıx belə deyək Tağızadə ilə və yaxud Rəşad Sadıqovla və yaxud nə bilim başqa biri ilə belə şəxsi prinsiplərimi indi də görüşəndə futbol həyatı məşqçisindən həmişə hamı razı qala bilmir. Bunu qəbul eləməlisən. Ancaq ən əsası sən bunu bilə-bilə eləməməlisən. Bəli, bəzi məsələlər vardı ki, orada fikirlərimiz toqquşurdu. Məsəl üçün, əgər baş məşqçiyəm, mən buna cavab deməliyəm. Əgər futbolçu bunu istəmirsə, mən bunu istəyirəmsə, ikimizdən birimiz getməliyik. Burada da məni əgər baş məşqçi qoyublar, deməli mənim deməyim. Burada sırf kimsə bizi kimisə toqquşmaq istəyirsə, məndə heç vaxt bir futbolçu gəlib deyə bilmərsə, bu mən yaxşı oynayırdım, məni qoymadı. Mənim haqqım, heç bir mən özümə futbolçu olmuşam.
futbolçunun haqqını kəsməzlər. Gec-tez bumerangdır. Sənin bu gəlib üstündə dayanacaq. Bəzi məsələlər var. Rəşad Sadıqovla bağlı mənim Rəşadla indi o futbolçu olub, emosional olub, mən belə görmüşəm, o belə görüb. O demək deyil ki, mən düzəm, o səhvdir, yaxud o səhvdir, mən düzəm. Mənim də səhvim var, onun da səhvi var, hansısa bir. Mələk deyilik ki, biz ideal deyilik ki, bizim səhvlər. Bəlkə də mən gec eləməliydim, tez eləməliydim, bəlkə də eləməməliydim. Bəlkələr çoxdur. Ancaq həmin zaman gördüyün, düşündüyün addımı atırsan. Artıq sən qərar verirsən. Səni heç kim qıraqdan bu qərara şey eləmir. Ona görə də mən düşünürəm ki, bir futbolçunun bu gün çox millilərdə var ki, elə futbolçular məsələn Benziya neçə fransız Bəli. Yeməyə çağırılmadı. Benzema neçə dünya Avropa ən yaxşı futbolçu Realın bombardiri getmədi. Bu demək deyil ki, məsələn Deşam onunla düşməndir, onu istəmir. İndi onu gördüyü orada başqa hücumçudur da. Burada sıradan bir bu şeylər də olur da. Hər zaman bilirsiniz asandır baş məşqçinin bayaq mən başladım. Baş məşqçi çox asan bir nöqtədir. Onu vurmaq çox əsas, çox asandır. Nəyə görə? Müdafiəsiz bir baş məşqçi. Mən özümü də ümumiyyətlə müdafiəsiz bir yerdir onu vurmağa. O heç vaxt sənə cavab verməyəcək. O heç vaxt sənin üstünə gəlməyəcək. Ancaq bir futbolçudan yazarsız sabahları üsyan çəkərsən məndən, zəng eləyirlər filan. O sırada mən yenə deyirəm ki, mənim heç bir futbolçudan şəxsi qərəzliyim olmayıb. Sadəcə həmin zaman gördüyüm bu idi. Amma mən federasiya yox, mənim yadımda ki, mən o belə deyək də tədqiqatlar hesab edirəm. Yəni bunu etiraf etmək lazımdır. Yəni o dövrün internet mediası yox idi, amma mən gözəl xatırlayıram. O vaxt Süyyətdə getdi, qəzetlərdə də yazıldı. Yəni Ukrayna 0-6 məğlubiyyətdə o hər kəs gördü. Gözdə seçmə mərhələsinin başlamağına Serbiyanın oyuna bir ay qalmış bir vəziyyətdə. Yəni orada komplekslər ki Şahandev istəmirdilər və o Ukraynanın oyunda buraxılan qollar indi bu internetə baxsaq, yəni müdafiə xətti açıqda oynamırdı, buraxırdılar. Yəni hətta sonuncu qolda Fəraz Vəliyev sanki kapitan çəkildi ki, artıq mənlik də bir şey yoxdur burada. Yəni o dönəmdən sonra mən düşünürəm ki, federasiya tədqiqatlara addım atdı. Şahindevin arxasına dayandı. Yəni o futbolçular öz o dönəmin əksəriyyəti avtoritet futbolçuları idi. İndi Kənan Rəşadın alın çəkdi. Rəşad da avtoritet futbolçu dönəm. Yəni hər kəs düşünür ki, yəni ki, federasiya futbolçuları tərəfini tutub Diniyevi göndərə bilər, amma Diniyevi saxladılar və futbolçuları elə də qapını göstərdilər. Məntiqli bir şey idi və siz də çıxdınız Serbiyanın səfərdə 0-1 məğlubiyyət oldu, amma çox komanda belə yaxşı futbol oynamışdı. Yəni sözümü ona gətirəm, yəni ki, məncə o dönəm vardı, o normaldır söhbətlərin bu gün davam eləmək görək, bunun Şahandev Rəşadın arası necədir, Yaftandilin arası necədir? Fəradla arası necədir? Çox yaxşı bir yerə toxundun. Səni biraz tamamlayım. Yəni doğrudan da mən sən işin içində olmaya işin içindəkini danışdın. Ancaq biraz da səni faktlara otuzdurum. Yəni pis mənada yəni biraz da faktlara. Həmin zaman 0-6-dan sonra və mən orada Çexiyaya getməli idim. Orada Serbiya oynayırdı. Serbiyanın Çexiya millisi oynayırdı. Mən o oyuna gedib baxmalıydım. Görüm Serbiyanı baxmalıydım və mən oradan qayıtmadım. Və bütün o günü 3-4 gün mən deyək ki, ölkədən kənarda oldum və tək oldum və analizlər başqadır eləmir. Siz deyən kimi oyunlara baxdım filan. Mən indi tam təfərrüatına qalmaq istəmirəm. Sadəcə mən məşqçi kimi çox 4 gün ərzində tək qalmağım mənə çox xeyir eldi. Yəni oteldə tək həmin oyuna baxmağım, bir-bir momentləri, bir-bir nəyi dəyişə bilərəm, nəyi dəyişə bilərəm və sizin o dediyiniz həqiqətən doğru bir durum gətirdim. Mən 2-1 A4 vərəqində 2-1 vərəq gətirdim. Rəhmətli Ramiz Mirzəyevin qabağına görüşməyə. Dedi ki, Fuad mənim Əsədov dedi ki, görüşmək, gəlirəm görüşməyə, qayıdım sonra. 2 list A4-də yazılan. Birində Afan prezidenti filan tərəfdən, baş məşqçi tərəfindən ərizə xahiş edirəm, sağlamlıqla əlaqədar məni vəzifəmdən kənarlaşdırarsın. Bir bu. İkinci bir şeydə bu futbolçular siyahətə tələb olundu və yenidən getməlidir və yeni bir sistem yaratmalı. Və ikisini də qoydum Ramiz Mirzə. İndi özü qalmayıb, Fuad Əsədov qalır. Yəqin ki, mən yalan danışmıram, o var. Dedim ki, bu nədir? İndi Allah rəhmət eləsin, indi deməsin. Qayıt ki, bu nədir belə? Dedim ikisindən birini seçməlisiniz. Siz prezidentsiz, qərar verməlisiniz. Baxdı, bu nədir? Dedim, bu falan səhiyyətinlə bağlı falan, bir də bunlar. Götürdü bunu həmən cırdı mənim ərizəmi. Get, arxanda durmuşam. Get işini gör. Yəni söhbət siz deyən formada belə olub. Yəni deyirəm ki, mənim orada şəxsiyyət məsəl üçün tək bir futbolçudan düşmənçim. Sadəcə mən bunu dəyişmək istəyirəm. Əgər 6-0 uduzmusansa, ya mən getməliyəm, ya nəyisə dəyişmə. Futbolçular dəyişməlisin. Burada məsələn hər bir şey bizdə mentalitet nətərdir? Həmişə şəxsi nizam tərəfdən yanaşırıq hər şeyə. Şəxsi ümumi mənafe tərəfindən yanaşmağımız yoxdur bizim. Məsələn, bu gün mən sizin sualınıza cavab verməmişəm. O demək deyil ki, sizin sayta mən hörmət istəyirəm, sənə hörmət istəyirəm, sizin sayta. Artıq biz yanaşdıq məsəl üçün
o məsələləri. O sarıdan siz dediyiniz doğrudan da belə bir məsələlər var idi və orada da konkret belə bir şeylər oldu. Mənim səbəb nə ola bilərdi? Çünki səbəbi mən deyim, dilə gətirim. Yəni bu çünki siz o yəni stajlı futbolcular keçlərdi yadındadır ki, yəni onun bu proseslərin bu səviyyəyə gəlib çatmasının səbəbi təkcə futbolçu və məşqçi məsələsi ola bilməz. Yəni niyə bir futbolçu və fərqi yoxdur indi biz adını çəkdik. Bir neçə futbolçu niyə hansısa konkret baş məşqçinin altında, rəhbərliyi altında belə deyək də oynamaq istəməsin? Bunun bir səbəbi olmalıdır. Yəni belə deyirsiniz, qan düşməni deyirsiniz, ya nəsə bir onunla ya kimsə kimisə xətrinə dəyməkdir. Bunun pərdə arxası olmalı idi və o vaxtı bu barədə yəni fikirlər də gəzirdi ki, bu federasiya rəhbərləri arasında, yəni Ramiz Mirzəyevin federasiya rəhbəri idi. Onun yerinə gəlmək istəyənlərin atdığı addımlar idi, onların istədiyi. Tək qısa bir söz deyəcəm. Həqiqətən də burada futbolçu və məşqçilərdən söhbət gedə bilməz. Siz qeyd elədiyiniz məqam yerində və dəqiq deyilən bir cavab idi. Burada federasiyada bütün böyük işlər, yəni ki, biz qurbanlarıq sadəcə. Məşqçilər, futbolçular qurbanlardır. Bir çox ölkələrdə də belədir, bizdə də var. Siz dediyiniz cavabla tamamilə mən də nöqtəni qoymaq istəyirəm. Həqiqətən də burada söhbət kiminsə pis olmasından getmir. Futbolçunun, məşqçinin söhbət gedir. Sadəcə federasiya ətrafında olan bir məsələlər idi. Bu da gəlib milli komandaya dəyirdi istər-istəməz. Və ondan Nə sonra futbolçuların burada günahı vardı, nə məşqçilərin günahı vardı. və həmən o proseslərdən sonra milli komandadan çıxandan sonra siz uzun müddət Azərbaycanda baş məşqçilik eləyə bilmədiniz və bunu da həmənki yəni yeni Yaxfa rəhbərliyi Xadırlar Törəvnəq müəllimin dövründə sizin uzun müddət milli yerli çempionatda Azərbaycan futbolunda vəzifə almamağınız oldu. Faktı bu belə oldu, amma sonradan bir müddətdən sonra artıq Revana qayıtdınız, Revanda işləməyə başladınız. On demək olarmı ki, həmən müddətdə boşluqdan sonra Revana qayıdanda artıq problemlər həll olunmuşdu. Yəni sizə olan münasibət dəyişmişdi. Yenə səmimi olacağam sizlə. Bəlkə də bu intervyular bundan sonra mənə böyük problemlər gətirə bilər. Yəni bu sualların ətrafında fırlanmaq çox. Bayaq mən dedim, bu söhbəti iki tərəfə çəkmək olar. Yəni demək istəyirəm ki, bugün mən heç kimin adamı deyiləm. Bir Allahın adamıyam və məni də belə mənim Rövnəq müəllimə dünyalar qədər Azərbaycan futbolu üstündə böyük bir işlər görür. Dünyalar qədər hörmətim var. Çox saf, gözəl bir insandır. Həqiqətən belədir. Mən onunla yaxınlığım yoxdur, ancaq bildiyim deyirəm də. Söhbət Rövnəq müəllimdə və ya Ramiz müəllimdə rəhmətdə getmir. Söhbət sistemdən gedirdi. Başa düşürsünüz burada. Mənim də işte mən qulağıma çatan bir məsələ, bizdə futbolda axı balaca ölkəyi hər nə olur, hər birimiz hardasa xəbər tuturuq. Mənə demişdilər ki, bu Ramiz Mirzəyevin adamı idi. Biz uzun müddət belə qaldı. Sonradan baxdılar, mənim intervyularımda mənim heç kimdə axı sırf kiminsə tərəfini tutub kiminsə nə görürəm onu deyirəm. Səhv görə bilərəm. Ancaq bu belə deyək ki, fikirləşmiş hansısa bir üsul deyildi. Sadəcə mənim gördüyüm budur da. Mən demirəm hər şeyi düz görürəm. Mənim də səhvlərim var. Mən heç kimin adamı olmamışam. Sonradan çatdı ki, bu o heç vaxt onun adamı olmayıb. Bir adamı olmaqla bilirsiniz də bugün belə şeylər və ondan sonra mən Terikdə də işlədim. Mən sonra uğurlu Terik şeyim oldu. Mən oradan qayıtmaya da bilərdim. Bu gün də istəsəm mən bu gün Terikə qayıda bilərəm. Mənim yaxşı əlaqələrim var. Həm prezidentlə, həm orada nazirlə. Yəni bu gün mən Terikdə oynamışam deyən, mən o hörməti saxlamışam deyən bu gün mənə şey var. Yəni o demək deyil, indi zaman da hər şey dəyişir. Ən əsası bilirsiniz, həmişə düzgünlüyü mən danışanda bəziləri deyəcək ki, ancaq özünü tərifləməklə yox, mənim həyat tərzim budur ki, nə görürəm onu deyirəm və bayaq da dediyim kimi ola bilər gördüklərim düz deyil. Bu mənim ikinci səhvimdir. Ancaq mən heç kimin tərəfini tutub hansısa bir rəzilinin məsələn deyək, yazığımı, gücsüzümün tərəfini verən deyiləm. Nə görürəm onu deyirəm. Mən heç kimin adamı deyirəm. Mənim də heç kim bir Allahdan başqa mənim arxamda heç kimin dura bilməz. Yəni bu mənim həyat tərzimdir və heç kimin də musiqisini heç vaxt oynamamışam. Mən öz musiqimi oynayıram. Mənim musiqim pisdir, yaxşıdır, o ikinci bir sələfidir. Ancaq sadəcə heç kimin musiqisini oynamıram, bu mənim xoşbəxtliyim. Mən heç kim musiqimi belə deyək də sifariş verə bilməz. Mən hansı musiqini istəyirəm, onu oynayıram. Və dediyim kimi, ola bilər mənim musiqim tam pisdir, bərbaddır və yaxud savremenli deyil. Ancaq bu mənimdir də, bu da mənəm. Mən bundan sonra dəyişən deyirəm, bu yaşımda durub ayrıdan hansısa bir istiqamət tuta bilmərəm. Yəni sualıma cavab olaraq odur ki, artıq həmən problemlər arxada qalmışdı deyə siz o işə fəaliyyətə qayıda bildiniz Azərbaycan çempionatında Rəvan. İndi bilmirəm arxada nələr gedir. Rəhbərliyi altında da artıq işlədiniz. Yəni belə
Yəni Kəpəzdə işləməyiniz belə, deməli bu hansısa sizin dediyinizdən belə başa düşdüm ki, ortadakı yanlış anlaşılma kiminsə adamı Həqiqət Kənan, məsələn- gec-tez həqiqət öz yerini tapır. Həqiqət uzun da çəkə bilər, uzun müddətdə. Ancaq gec-tez bu həyat budur ki, bumerangdır. Nə edirsən, pisi də, yaxşısı gəlir səni qarşılayır. Ona görə ola bilər səbirli olmalısan, təmkinli olmalısan. Heç vaxt belə deyim də, prinsiplərini dəyişməməlisən. İşləmək üçün hansısa prinsipdən əl çəkib başqa bir prinsipə keçməməlisən. Səni bu gün hamı belə tanıyır. Biri pis tanıyır, biri yaxşı tanıyır. Sən bu gündən sonra sən özünü başqa formada artıq kiməsə belə isbat edə bilməzsən. Sən busan. Sən nə danışsan, sənin danışdıqların da var. Bayaq mən bir söz işlətdim ki, elə danış ki, zaman keçəndən sonra yalanlarını sübut eləmək üçün, yalanlarına qaydanda düzgün cavabı tapıb verə biləsən. O da çox vacib. Mən də bu gün desəydim, yox, həmin hadisə belə olmayıb, belə olub. Ancaq sabah bir də mənə 2 ildən sonra bu sualı verin. Am, nə demişdim? Qoy yadıma salım görüm nə demişdim. Yalan demişəm axı. Yalan, düz O olmayıb da sarıdan, belə hə, mən demirəm mən mələyəm. Yenə deyirəm ki, bəlkə kiməsə görə bu yaxşıdır, pisdir. Ancaq bu mənəm. Mən dəyişən deyiləm axı. Qayıtdınız Rəvana, Rəvandan sonra da Kəpəzə gəldiniz. Kəpəzdə əslində start olaraq yəni yaxşı başlamışdınız. Avrokuboklara vəsqə də qazandı komanda, uğurlu çıxış. Ondan sonra problemlər çıxdı və bunu sual verməsəm, yəni bu özümüzə xəyanət eləmiş olaraq, yəni orada da bildiyimiz kimi, yəni maliyyə məsələləri ilə bağlı problem çıxdı, qalmaqal çıxdı. O dövrü qısa da olsa bizim üçün bir təsvir eləyərdiniz. Kəpəz, belə deyim də, mən heç vaxt məşqçiyəm, mən o maliyyə qaçışan deyiləm. Mən sadəcə bilməliyəm ki, mənim büdcəm nə qədərdir ki, ona uyğun bir futbolçular toplanmalıyam. Və mənim də iş prinsipində belə bir dəyişməyən bir həqiqət var ki, əgər mən futbolçuya nə söz vermişəm, onu eləməliyəm. Həmişə mən rəhbərlik çağıranda, görüşdə, baş məşqçi təşkilində istəyiniz nədir? Mənim əgər şəxsi marağımı istəyirlər, deyirdim ki, yox, mənim istəyim bir dənə şeydir. Maaşlar vaxtı-vaxtında futbolçu almalıdır, bir də bonusları həftə keçməməlidir, almalıdır. Bu mənim üçün prioritetdir futbolda. Niyə görə? Mən futbolçuları motivasiya eləmək üçün, yəni sözünün gücü olması üçün bu vacibdir. Sabah bir futbolçu, siz mənə pul vermişsiniz, siz mənə bunu eləmişsiniz, siz məndən bunu tələb edirsiniz. Bu düz deyil. Prinsip vardır, hər bir məşqçinin prinsipləri var. Mən hər bir sponsoruma, hər bir prezidentin ilk danışım bu olub. İstəyim. Nədir? İstəyim birincisi budur. Sonra keçir o infrastruktura, stadion, zbor, zat falan, sonra ora keçirik. Yəni o maliyyə mən qatışmıram. Mən ancaq bilməliyəm ki, mən hansı bir şeydə komanda çağırıram, mən tutalım, anarı çağırıram, maaşı mən ona deməliyəm nə qədər alırsansa. Olmayandan sonra mən deyə bilməm, o pulu mən vermirəm. Və birinci il əlbəttə 1 milyon büdcədə, bizim 1 milyon büdcəmiz vardı və 1 milyon büdcədə bizim 9 komanda onun içindəydi. Bilirsiniz ki, klublarımız gəlirdi, Bakıda oynayırdı, gedirdi 17, 16 zat. O da bir böyük xərcdir. Elə belə deyil. Əvəzizdən tutmuş işçilərə qədər hamısı onun içindəydi və biz UEFA-ya çıxdıq və doğru bir yolda getdik. Bir etapda keçdik. Gəncə üçün böyük şeydir. O heyət üçün, o maliyyə üçün böyük bir şeydir. Kəpəzin tarixinə bəlkə. İkinci tarix və mən xahiş elədim ki, gəlin büdcəni bir 200 min də artırağın. 200 min də artırağın. Bu heyəti biraz da gücləndirək. Daha gələn ildə sakit bir formada oynayaq və əksinə olaraq büdcə artmadı, büdcə düşdü aşağı və o vaxtlar inflyasiya da oldu. Səhv eləmirəm, dollar nəsə bir bəli, 2016-cı biraz da ildə düşdü aşağı və belə artıq biz istədiyimiz məsələn futbolçuları saxlaya bilmədik. Dario kimi, Serjinho kimi futbolçuları, yəni artıq bunlar bişmişlər. Məsələn bizdən mərkəz müdafiəçisi anar yadına düşər. Bir canavar, bir mərkəz müdafiəsi, onu bizdən Serbiyanın bir Çempionlar Liqasında oynayan aldılar. Birini Koreya aldı. Bəli, Dario. Yəni həmin bir qiymətə belə deyim də çox uzağa gedir. $5,000 maaş alırlar bunlar. 4500, 5000 bu vardı da. Saxlaya bilmədi və məcbur olduq ki, biz legioner gətirəndə artıq elə bir legioner məsəl üçün 5-dən 2-yə 3-ə düşdük. Bu sırada gələn legioner də artıq bilirsiniz keyfiyyət baxımından və orada bizdə başladı artıq yəni bunu çox yox, belə deyək ki, 10% artıra bilsəydi büdcəni, heç olmasa saxlaya bilsəydi, bu futbolçular saxlaya bilərdi. Bədilər ki, də legioner saxlaya bilmədi. Ləngə kimi yerdə legioner saxlamaq, nəticə vermək, bu azarkeşlərin yanında durmaq deyil. Bizə nəticə lazım. Legioner olmayacaq, nəticə də olmayacaq. Artıq belə olur, legionerdən gələn atqaz eləyəyim falan, belə bir şeylər oldu. Və olmayan məmulatda artıq mən məcbur idim. 2000 ilə futbolçu vardı, pulsuz gəlmişdi legioner bizə.
Yəni ki, qoy burada oynayım 6 ay, siz baxın. Buna da mən razı idim. Yəni olmayan yerdən belə bir şeylə. İndi pulsuz gələn legionerin də keyfiyyəti nə olmalıdır? Yəni o sarıdan bizdə düşüklər başladı, belə deyim ki, və belə deyim də bu mənim həyatımda oxşar bir hadisələrdir. Səbaildəki kimi eynisi gəldi, çıxdı da, belə deyək. Səbail biraz yüksək formasında, Kəpəz biraz aşağı formasında. Eyni 2 il belə gəldi, belə bir şey də gəldi. Biz o birisi ildə ikinci yerdə gedirdik hardasa. Axırıncı 5 oyunda nələr oldu, necə oldu? Gəldik yenə məgər maraqlı bir futbol oynadı, maraqlı bir komanda vardı. Biraz da 2-3 futbolçu da ora artıra bilsəydik bu illəri. Ancaq əksinə oldu, büdcə düşdü aşağı falan. Çox düşdü aşağı və o futbolçuları belə heç birini saxlaya bilmədik. Yəni bu faktlardır, qarıb-qandı. Əlimizdə olan Ramalinko kimi, Pedro kimi futbolçuları biz əlimizdə olan saxlaya bilmədik. Yəni bu da dediyim kimi oxşar bir vəziyyəti Gəncə ilə Səbailin bu şeylərində 2 ilində, dəyişkən illərində oxşar biraz üstəgəl çıxaq məsələsi var. Məgər ki, eyni şeyləri yaşadıq. Yəni maraqlı məqam nədən ibarətdir? Niyə hər şey eyni şey sizin başınıza gəlir? Yəni eyni ssenari niyə sizin başınıza gəlsin ki? Bu da mənim qismətim. Bayaq mən dedim, bu mənəm də. Ona görə mənəm. İndi Allah Taala bunu belə istəyib. Hərdən bilirsiniz, uzaqlaşma, Allah Taala səni elə bir yerdən uzaqlaşdırır ki, sənə yaxşılıq edir. Həmin o böyük bir xətalardan qıraqda durasan da, başa düşürsüz. Baxın, indi mən istəmirəm, çox üzr istəyirəm sizdən. Bəlkə də mən yanlışlıq deyirəm, bunu emosiyalara qapılıb. Gəncənin məndən sonra Premyer Liqadan çıxması. Bəlkə də Allah Taala istəmirdi ki, mənlə bərabər. O daha pis idi, nəinki burada çıxmaq. Və ya görürsüz nə tər oxşarlıqlar gəlir üstə. İstəmirəm, Allaha and olsun bu gün də deyirəm ki, istəmirəm Səbail Premyer. Niyə görə? Orada o qədər adam işləyir ki, o qədər akademiya uşaqları var. Orada o qədər xadimə qadınlar var ki, onlar mənim gözümdən qabağımda. Mən futbolçuları düşünmürəm, məşqçiləri düşünmürəm, özümüzü düşünmürəm. Mən onları düşünürəm ki, neçə insanlar təxminən bir 100-ə yaxın, bir 300-ə yaxın futbolçu vardı da balaca uşaqlarda. 300, 400, 500-ə yaxın futbolçular və işçilər qalacaq çörəksiz. Bax, günahdır, biz tərəfdən günahdır. Mən demirəm futbolçu qalacaq, məşqçi qalacaq, qıraqda rəhbər qalacaq. Onları da heç düşünmürəm. Düşünəcəm aşağı yerlərdir. Baxın, çox oxşar bir vəziyyət. Bəlkə də deyirəm ki, Allah Taala məni zamanında uzaqlaşdırıb, o qərar vermə anı var da, elə bir yerdə daha pisinə görə bilərdim. Daha ya ortasından qayıtdımsa, buna da şükür. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Amma hər halda Səbaildəki fəaliyyəti misal üçün Səbaildir. Çünki Səbaildən söhbət gedir deyə. Yəni sizin də, yəni siz bu komandanın baş məşqçisi olmusunuz. Sizin də bir məsuliyyətiniz var da. Yəni burada məsələ onda deyil ki, siz düşürtdünüz komandanı. Yəni məsələ sırf Şahin Diniyevin günahından komanda düşdü və yaxud da ki, Cavid Hüseynovun günahından düşdü və yaxud da digərlərindən. Hər halda məşqçilərin və futbolçuların da günahları var. Bilirsiniz, günahlar siz nəyə istəyirsiniz bölün, ya faizə bölün, ya ədədlərə bölün, ya nə bilim paylara bölün. Hər bir işdə orada olan şəxslərin günahları var. Bu günahın dərəcəsi var sadəcə. Böyük və kiçik dərəcələri var. Sən elə bir şey altında işləyə bilərsən, elə bir şey eləyə bilərlər sənə. Sənə butsu verməzsə sən oynaya bilməzsən. Sənin də günahın var ki, oynaya bilmədiyin. Bunun da günahı var ki, sənə butsu vermədi. Bu ketlə nətər onu sürüşürsən, axı meydança yaşdır. O günahlar bölünür. Mən demirəm ki, biz bayaq da mən deyirəm, yenə də mən mələk deyiləm. Mən hər şeyin yaxşısı məndə deyil. Mənim də əlbəttə günahlarım var. Bəlkə də həmən anda elə bir zamanda ki, o hamısı dayandı, büdcə zətdə həmin anda getmək daha bayaq dedim, bəlkə də gecikdim, bəlkə də tələsdim, bilmirəm. Bəlkələr çoxdur. O bəlkələri bilsəydi əvvəldən, bilsəydi sabah nə olacaq, bugün həmin hərəkət. Ancaq bilmirik sabah nə olacaq. Ona görə deyim var da, bugün var, sabah bilinmir, olacaq, olmayacaq. Dünən artıq keçdi. Ona görə o şeylərdə, qərarlarda, bəlkə günahlarda, bəlkə mən demirəm, mənim də günahım var. Ancaq nə qədər var mənim günahım? Mənim günahlarım çoxdurmu, azmıdır? Onu Allah bilər, bir də zaman göstərər. Maraqlı mövzu toxunuz. Əslində Gəncə futboluna Səbailə keçsəm, mən sadəcə sualı Gəncə futboluna bağlı vermək istəyirəm. Yəni etiraf edirəm ki, bu sual daha çox maraq doğurur. Futbol şəhərdə auditoriyası böyükdür. Bu Kəpəz Gəncə futbolu daha çox maraqlıdır, nəinki Səbail. Gəncədə işləmək çətindir. Bu deyim artıq illərlə formalaşıb. Gəncədə ancaq gəncələr işləməlidir. Ora gələn digər şəhərlərdə olan məşqçilər qarşı hədsiz təzyiqlər, yəni Tərlan Əhmədov nümunəsi var. Və maraqlıdır ki, Şahin Diniyev də orada işlədi.
bu Gəncələrin içində o vaxt bu təzyiqi hiss elədinizmi? Sizə qarşı münasibət necə idi? Yer gəlmişkən iki azarkeşlər arasında bu gün də Şahan Diliyev orada baş məşqçi görmək istəyənlər var. Mən azarkeşləri nəzərdə tutmuram. Əsas sırf futbol adamları ki, yəni kəskin təzyiq göstərdilər. Necə baş çıxardınız? Sizə qarşı o təzyiqlər olurdumu orada? Və maraqlı ki, Mehman Allahverdiyev bir komanda yer almışdı. Siz baş məşqçisiz, o müşavir idi. O situasiyanı istədim bir qısa sizə şərh edin. O təzyiqi siz gördünüz orada və ümumiyyətlə Gəncədə işləmək hansı məsuliyyətdir, nə çətinliklər var? İki yer var ki, orada işlədikdən sonra sən artıq o birisi yerlər çox asan gəlir. Biri Gəncədir, biri Ağdamdır. Ağdam o vaxtki Ağdam deyirəm də, yəni ki, o şəhər olaraq demək istəyirəm də. Artıq belə deyək də, Gəncə akademiyadır, Ağdam universitetdir. Bu iki şeyi qutarandan sonra, bu iki belə deyək, məktəbi bitirəndən sonra artıq sənin üçün o birisi komandalarda o təzyiqlər dediyiniz o təzyiqlər sənin üçün elə belə heç görünməyən bir elə belə bir şeylər, balaca maraqsız bir şeylər olur. Həqiqətən Gəncədə təzyiq böyükdür. Hər tərəfdən təzyiq böyükdür. Gəncə bilirsiniz, bir insan bir şey öyrənir, həmişə onu istəyir. Ancaq elə bir şəraitdə işləyirsən ki, onu verə bilmirsən. Yəni Gəncə bu gün Gəncə hamını udmalıdır. Azarkeş üçün bu prioritetdir. Gəncədə düzdür, futbolçular çoxdur, keçmiş futbolçular və hər biri də deyir ki, mən Gəncədə oynamışam. Axı siz əzizlərim, siz Gəncədə oynamısınızsa, siz Gəncədə bunun üçün pul almısınız, instituta girmisiniz, ev almısınız, əsgərliyiniz düzəldib. Elə belə heç kim oynamayıb axı da. Bəli. Çox yaxşı şeydir. Mən Gəncədə canımı qoymuşam. Bu prinsiplə yanaşmalar var və bəzi insanlar da bunlara kömək edirlər və bu bəzi insanlar deyəndə həm jurnalist baxımından gəl inciməyin məndən də, həm jurnalist baxımından, həm azarkeş baxımından, həm qohum-əqrəba orada yığılır. 5-10 nəfər yığışandan sonra 10 nəfər olur, 100 nəfər, 200 nəfər artıq sən olursan hədəf. Və orada çox çətindir. İnanırsınız, inanmırsınız, mən sizlə oturmuşam, səmimi danışsanız. Mənim otağımda 2 dərman həmişə vardı. Validol, Karvalol. Hər zaman 2 dənə bu dərman var idi. Yəni çox çətin. Mənə inanmazsınız, gecə saat 3-də məni razborkaya çağırıblar. Tək ağacların altında. Yəni ki, falan kəslər. Yəni bu şeydir, bilirsiniz nətər demirəm mən ağıllıyam və yaxud bunun öhdəsindən gələ bilərəm. Sadəcə səbirli, təmkinli və bir də Allahına inanmalısan, sən düz yoldasan. Nə istədilər sizə Şahan müəllim? Sizdən işləməyin burada, gedin burada Gəncəli işləməlidir, yoxsa necə? Gecə saat 3-də adamı razborka niyə çağırırlar ki? İnanın mənə, biraz da çıxaq, biraz insanlar üçün. İnanın mən o vaxt 9-15 dəqiqə qalmış, 9-un yarısında bu zaman qatar çıxırdı Bakıya o vaxtları. Mənim SVM-ə girdim, bilet alınmışdı. Artıq 4 nəfər oturmuşdu balaca bir yerdə və mənə dedilər ki, siz gedirsiniz Bakıya, xoş getdiniz, biz də qayıtmayın bura. Dedim ki, mən qayıdacağım, sabah yox bilsin, səhər-səhər Qazax poyuzuyla burada olacağım. İstəyirsiniz, qarşılaya bilərsiniz mənə. Durun, gördüyünüzdə çıxın otağa. Yəni ki, bu şeylər bölünüb. Tək bu deyildi ki, 4 nəfərdən ibarət deyildi ki, yəni azarkeşlər belə istəyirdi, futbol adamları belə istəyirdi. Məsəl üçün, istəklər çox idi. Biri var ki, sırf, bilirsiniz, həqiqi istəklər var da, istəyir komandası utsun hamını. Neftçinin utsun, Qarabağ utsun. O təbii istərdi. Bu təbii istərdi. Bunlar hamısı bir-birinə qatışanda artıq formalaşır, bir kütlə halına keçir. Başa düşürsünüz, artıq hədəf bəlli. Birisi vurulan, bayaq mən həmişə deyirəm ki, ən zəif hədəf baş məşqçidir. Onu vurmaq çox asandır. Jurnalistlər də, azarkeşlər də, hər kəs onu vurur, o da bilir ki, hamısı onluqdur. Axı, bayaq mən dedim ki, günah var. Ancaq günahların dərəcələri var axı. Bax, ora gəlib çıxa bilmir. Biz kökündən nəyisə araşdırıb, üzdə həmişə araşdırıb bu vəziyyətdə. Kökünə hamımız gedib çıxa bilmirik ki, bunu həll eləmək üçün bundan istifadə. Var, Gəncə çox çətindir. Azarkeşlərin istəyi çox, belə deyək ki, onların istəkləri çox böyükdür. Başa düşün, onlar qalib bir komanda olub, neçə il Gəncə kubok götürüb, çempion olub, elə bilirlər ki, həmişə də belə olacaq. Belə olmur axı. Ola bilər, niyə olmursa, yaxşı bir maliyyə dəstəyi futbolçu olandan sonra bu yaşana bilər. Və bayaq dediyim kimi, çox tərəflər, kütlə birləşirdi və artıq belə bir şey olurdu. Yəni deyim ki, onun kütlənin də qabağında bilirsiniz, düz olanda dayana bilirsən. Biraz əyri oldun, sən nəsə bir şeyin varsa, yanlışlığın varsa, mütləq onu da açacaqlar, qoyacaqlar qabağına. Bacar ki, o yanlışların olmasın ki, onu sənin üçün fakt ətrafında danışırdılar. Maliyyə baxımından. Mən heç maliyyədə heç bilmirdim ki, komanda kim nə qədər, necə alır, nətər. Mənim maliyyədə nətər ola bilər ki, mənə deyirdilər ki, 17 dənə futbolçunun kartı məndədir, yazırdılar. Ay qardaş, futbolçudan bu günləri 1 manat ala bilməsin, səni öldürər. Nə kart? 17 kartı mən neyinirəm ki, o kartlarımı? Sonradan aydınlaşdı, nə var ki, legionerlərin kartı, Azərbaycan manatından maaş alanlar kartı, onların öz şeylərindədir, menecerlərində. Bu yazıq menecer onun kartını yemir ki, oradan çıxardı dolları verir ona. Burada bir ayıb bir şey var mı? Ancaq ona fırladanda ki, belədir.
Deyirəm ki, sizə kim deyir axı bunu? Biz də dedim bir dənə futbolçu gətir, deyirəm ki, məsəl üçün Tural Axundov tutan və yaxud məsələn Tural Nərmin. Gəl deyirəm ki, Tural sənin şeyin Şahin müəllimdə olub kart. Mən necə futbolçunun kartını saxlaya bilirəm? Futbolçunun kartını saxlamaq olar ki. Səni gecə ilə öldürüb pastelində boğar. Sən nə danışırsan ki sən? Öyle bir şey olar. Heç olmasa bir dənə, iki dənə deyirəm, biraz oxşar olsun. 17 dənə məndə kart ola bilər, qardaş. Mən bu kartı niyə 17 kartı yığıram? Bir dənəsi futbolçu gəlsin desən ki, biz orada Gəncədə də, Səbaildə də belə eləmişəm. Mən harda işləmişəm, bəli, futbolçular da, məşqçilər də, əsas məşqçilər Dvaynoy, futbolçular elə belədir. Biz 100%, 200%, 100%, bunlar 50%. Hərəmiz uduşda, məsələn, bütün xadimələrdən tutmuş süpürgəsinə, stadionu biçinə qədər biz verirdik. Bəli, 30 manat, 20 manat kiməsə verirdik. Nə gücümüzsə verirdik. Onda mən verirdim, kapitan yığırdı. Mənim heç burada deyirdim, yığ hamıda, mən də Dvaynoy verirəm. Apar bunlar payla bunlara. Ancaq mən yazırdım kimə nə ver. Bilirdim, bir var ot biçənə, bir də var onun fəhləsini. İkisini eyni verə bilməm. Buna 30 manat verdim, buna 20 manat verdim. Hamı, bilirsiniz nətərdir? Hamı komandanın içində olan hamı artıq kollektiv komandanın uduşuna köklənmişdi. Bizi fikirləşmələr belə öz maddi maraqlarına görə komandanın ətrafındaydı. Bu da bir yanaşmadır da. Bu da mənim bir sistemim idi ki, yəni komanda eyni oldu. Şofer də artıq sevinsin qələbə qazananda, mənə nə komandadır, mən onunsa maaşımı alıram da. Onu da artıq biz bonus sisteminə salmışdıq ki, özümüz gizli belə deyək də, yəni açıq formada yox, belə özümüzün şeyinə. Bu nə pisdirsə bilmirəm, kim necə baxır artıq bu ikinci məsələdir. Qısa deyək, Gəncə futbolunun gələcəyinizi görürsünüz. Bizi stabil deyə bilmirəm. Niyə? Ola bilər bir il əla bir maliyyə cəhətdən super bir şey yarandı. Bizim futbol bir nəfərdən asıldıqsa heç vaxt belə deyək ki, biz stabil proqnoz verə bilmirik. Futbol qurumlarda, məsələn, deyək ki, belə deyək də, Beşiktaşın və ya Qalatasarayın, Fənərbağçanın məsələn bir idarə heyəti var ki, bu olmasa bu birisi var, bu olmasa bu birisi var da. Sizə bir epizod danışım. Bu Sovet sistemindən çıxmış yeni bir adam, getmişəm mən İsrailə futbol oynamağa. Birinci il normal hər şey ora-bura, ikinci il dedilər ki, bəs sponsor getdi. Mən də bütün günü fikir edirəm ki, Sovet sistemindən çıxmışam, sponsor getdi, komanda dağılacaq, pul olmayacaq. Fikirləşirəm belə. Bizdə bir naşərlik, belə deyək də, komandanın rəisi vardı. Bizim Sovet sistemin belə deyirdi. Orada indi başqa cür adlanırdı. Menecer. İdman direktoru, belə də, indiki idman direktoru vardı. O da komandanın bütün idarə edən bu idi. Bir gün belə fikirli gəzdim, yaxınlaş sən niyə fikirlisən? Dedim, heç nə. Sabah üçün bir də gəl, yox, sən mənim xoş, həmin Şahin deyilsən də. İzrailci danışıram artıq, ondan şəxsi ünsiyyətli oldu. Dedim, yox, heç nə. Evində bir problem, dedim, yox. 3 gün məndən soruşdu, nə olub. Axırda utandım da, məcburən dedim ki, bizim prezident gedib, komandanın da oradan gedib. Güldü, belədi ki, maşını qoy burada, məşqdən sonraydıq. Məndə maşın var, qoy burada, oturdu mənim maşınına. Heç nə danışmır, apardı məni ofisə. Girəndə katibə vardı, bir də katibədən soruşdu ki, bəs kim gözləyir bunu? Göstərdi ki, 7 nəfər var, 6-7 nəfər var, bu otaqda, gözləmə otağında gözləyir. Gəldi məni, açdı belə pərdən, dedi, bax, görürsən onlar, hamısı da belə qalsuqda sarı. Dedim, hə. Dedi, onların hər biri mənim klubumun prezidenti olmaq istəyirlər, pulla gəliblər. Mən seçəcəm kim prezident olacaq. İndi bax, o sistemlər var ki, niyə görə? Orada da sonra da mən başa düşdüm ki, tutalım, İsraildə, indi bəlkə mən siyasi tərəfə girirəm, bəlkə də səhv edirəm, ancaq orada 75% vergi ödəməlidir hər bir, belə deyək, adamları da, iş adamları 75% gəlini 75% bilirsiniz nə deməkdir? Heç hamısı da demək. Artıq idmana baxanda bu heç bir faiz ödəmirdi. Bu da oradan gəlir də çoxdur axı, milyardlarla, milyonlarla gəlir var. Biri var ki, məsələn, 100 manatdan 75-ini verəsən, sənə 25 qalır, 100 manatdan 25-ini versən komanda, sənə 75 qalır. Artıq bu sistem qurulmuşdu deyən, artıq qorxu yox idi. Sizin görün, hara getdim, çıxdım. İndi o stabillik deyə bilmirəm, bir gün komanda, baxın, elə bir komandalarımız, Şəmkir kimi komanda birdən-birə yox oldu. Yoxa çıxdı. Deyək ki, İmişli kimi bir komanda, deyək ki, Karvan kimi, yəni deyim, şəxsiyyət birisi şəxsiyyətə bağlanan bir şeyin proqnozunu vermək çox çətindir. Şəxsiyyət səni lap yuxarılara da apara bilər və aşağı da düşə bilər. Ona görə Gəncə haqqında, Gəncə doğrudan da onların azarkeşlər, hər bir, belə deyək ki, bölgənin azarkeşlər var. Ancaq Gəncə azarkeşlər çox savadlıdırlar. Onların içində 15-16 yaş yox, orta hədd 45, 50, 60 yaşlı savadlı bir insanlar oturublar, futbolu bilirlər. Baxın, orada mənim dəstəyim də vardı. Bax, o futbolu bilənlər də bilirdi ki, anlayırdılar ki, bu nədir də.
Gəncə savadlı azarkeşlərə bağlanmış bir klubdur. Çox savadlı azarkeşləri var. Və onları da allada bilməzsən, düzünü deməlisən. Hər şey hər zaman düzünü eləməlisən. Və Gəncə layiqdir yaxşı bir yerdir. İndi bu günləri bu illəri inşallah həm stadionları, həm bazaları bu gün yüksək səviyyədə bir bazaları var. Həm yataq yerləri, həm meydançaları. Stadion da yüksək Avropa sayağında. Bundan artıq nə lazım? Sadəcə bir nəfərin ora bir nəfər yox, dəstəyin olması. Məgər o futbolçu oradan Azərbaycan futbolunun bəlkə də gələcəyi oradan asılıdır. Oradan uşaqların gəlməsi hər zaman Azərbaycan futbolu Neftçi başda olmaqla Gəncəyə asılı olub da. Həmin şeyi qaytarmaq lazım. Bilirsiniz, bu gün mən demirəm Qəbələdə və yaxud məsələn Oğuzda və yaxud məsələn deyək ki, başqa bir şəhərdə, Xaçmazda bir komandanın uşaqlarının ancaq burada bu kökdən gələn bir, genindən gələn bir şeydir də. Asan bir şeydir. Bir güllə ilə iki dovşan biz vura bilərik. Həm Azərbaycan futbolunun, həm də Gəncənin qalxması üçün yaxşı bir şərait var və uğurlar arzulayıram. Düşünürəm ki, Gəncə layiq olduğu bir yerə gələcək. Tənqid sözünü işlətdiniz. Mən o yadıma düşdü ki, mən bu sualı da verməliyəm. Sizin milli komandada fəaliyyətinizlə bağlı siz də tənqid olmusunuz və televiziya vasitəsilə, hətta belə də Paniz Bakonun da sizi parodiya elədiyi məqamlar var idi. Ümumiyyətlə belə bu formada bu parodiyalara, yəni belə tənqidə münasibətiniz necədir? Yaxşıdır. İnanmazsınız da yaxşıdır. Niyə yaxşıdır? Ad çəkməyəcəm. Oradakı bir nəfərdən biri bir dəfə mənə dedi ki, belə bir iş görməyəsiniz, nə deyirsiniz? Mənə bir söz dedi, o sözü indiyə kimi yadımda. Dedi, siz bizi düzgün başa düşün. Bu günləri biz başqa bir adam eləyəndə, məsələn, biz prezidenti də eləyirik, məsələn, o vaxt Hacı Balan eləyirdilər. Yəni ki, insanlar üçün doğrudan da sayılıb seçilənsiniz ki, məni belə formada pişirdimi deyim, yoxsa yoldan çıxartdı mı dedi. Dedi ki, başqa bir adamı biz yığa bilmirik. Bu da bizim çörək yerimizdir ki, başqa bir şey yığa bilirik, reyting yığa bilmirik də. Sizin dedim, halal xoşunuz olsun, nə istəyirsiniz eləyə bilərsiniz. Yəni, ancaq tənqid var, bir də təhqir var da. Siz oradan çıxmayaq. O iki şey çox vacibdir də. Baxın, hər birimizin ailəsi vardır. Hər birimizin yaxınları, sevənləri, istəməyənləri də var, sevənləri də var. Siz bir nəfərə təhqir edir, tənqid başqadır. Sən məşqçi deyilsən, sənin taktikan düz deyil, sənin işin düz deyil, sənin oynadığın futbol səhv futboldadır. Sən onun yəni filan bunlar mən bir dəfə gəlsin jurnalist desin ki, mən ona zəng eləmişəm ki, mənim məşqçi kimi deyimmi nəsə bir zəng eləmişsən və ya nəsə üstündə narazı qalmısan. Yox, bu da belə şeydir də. Biz siz nə hər zaman hərdə mənə deyirlər ki, filan daha çox qınağa obyekt olursunuz və mən yazacağam, belə eləyəcəm. Mən özümə də deyən var ki, yazacağam, sürüyəcəm, yaz gətir altında mən qol çəkirəm. Və mənim bir belə deyəm ki, bir prinsipim var həyatda da. Kim nə yazır, mən də başda özüm də başda olmaq. Kim nə deyir, tək Allah bizim yazımızı pis yazmasın. Onun altından çıxa bilməyiz. Bunlar hamısı bu gün yazı sabah yoxdur, bu gün dedi sabah yoxdur. Özün də bilirsən ki, bu düz deyil. Düz olsa sən yaşaya bilməzsən. Siz bayaq mən dedim, yalan danışsın, elə danışır, sabahlar düz olmasın. Ona görə mənim üçün o qədər də o təhqir başqadır, tənqid başqadır. Tənqidi yüksək səviyyəli professional jurnalistlər eləyə bilər. Amma təhqiri jurnalist belə deyim, savadı olmayan, səviyyəsi olmayan onlar eləyə bilərlər. Bu təhqir bax insanlar arasında jurnalistlər arasında olan fərq bundan ibarətdir. Əgər kimisə nəyisə eləmək istəyirsiniz, başa düşürəm, anlayıram. Mən uşaq deyirəm, mən futbolun içində çoxdanam. Nəyisə görə, kiməsə görə bunu eləyirsənsə, ancaq elə bir yer saxla ki, sabah onu barışmaq bir yerində olsun. Körpülərin heç birini yandırma. Sən nəyisə sübut eləməyə çalışmalısın. Onu faktlarla qoy da, faktlarla qoy. Mən bugün çox qırağa getmirəm. Deyirlər ki, mən yazırlar ki, məsəl üçün, elə bir şeylər var insanın qəlbinə dəyərdir. Mən Seyid nəvəsiyəm. Mənim anam Seyid qızıdır. Bu gün yazanda ki, mən kilsədə şamyanım. Kilsədə şamyan pis şey deyil. Bütün dinlər bizim üçün. Amma mənim özümə yox. Axırlıq mənim kökümə gedir dəyir axı. Axı bu da axı bu deyil axı. Bəs Allah göydən baxır. Bunun cavabını kim verəcək? Yəni elə bir şeylər deyin ki, oxşarlıq olsun. Bayaq dedim, 17 kartı birdən-birə almaq. İkisinin üçünü yaz ki, bəlkə 3-4 nəfər inandı da, məsəl üçün də. Ancaq 17 yazanda axı bu inandırıcı deyil axı. Bu şeylər var ki, tənqidlə təhqir tam başqalardır. Siz şəxsi kimlənsə probleminiz varsa, bacarın onu televiziya, radio, bu sayt vasitəsilə həll eləməyin. Çağır qabağına, ondan da 5-6-sını artığın deyin onun üzünə. Bu uca böyüklükdür, bu uca etirafdır. Ancaq deyirəm, mən heç bir jurnalistə, televiziya, sayt içində heç vaxt bir kinim olmur ki, sadəcə bir dəfə, məsələn, bayaq deyirəm, birinə deyəndə ki, belə bir yazı, belə, artıq ona müsahibəni başqa cür verirəm. Bəli, xeyr, ola bilər. Səmimiyyətdən çəkilirəm qırağa. Mənim də yolum budur. Mən onu demirəm ki, sən niyə belə. Özü də başa düşəcək ki, mən demirəm ki, 50 il bizdə futbol olmayacaq. Bunu mən deməmişəm axı. Yəni, öz sualınızı qoymursunuz. Mənim cavabımı qoyanda artıq cavab da elə bilir ki, hə,
bu sualsız mən başlamışam belə şey. Məsəl üçün deyirəm, belə şeylər. İkinci dəfə nə olur? Mən intervyumda daha səmimi olmuram. Artıq xeyr, ola bilər, bəlkə də bu şeylərin artıq bitir. Verirəm, yox, jurnalist bilsən, biz jurnalist onları da başa düşmək, onların işidir. Sən onun atqaz vermək bu demək deyil ki, sən özünü böyük aparmamalısan. Verməlisən, ancaq o səmimiyyət olmayacaq. Yəni, sən istədiyin bir şeyi almayasan. Sən yazdığın da belə quru bir şey olacaq. Onun üçün də sən oxucunu itirəcəksən, məni yox. Futbolçu karyeranızdan da danışdınız. Əslində pis karyeranız olmayıb deyə, yəni İsraildə də legioner həyat yaşamısınız, sonra direkt oynamısınız. Yəni hətta yol qaydasının pozunu bildiyimə görə polis saxlamırdı ki, orada sizin qonağınız bu yaxınlarda olub, o olub orada. Mənlə maşında olub. Ad Gözəlov. Fikir etmədim. Bərabər şeydə onunla saxlamışdı. Bəlkə sizə danışıb. Yox, danışmır. Siz mənə dediniz, onunla intervyunuz olub. Bəli, oldu. Onunla bərabər olub. Siz danışın, biz də eşidəcəyik. Çox şey olub. Maraqlı da İsraildə barədə danışdınız. Yəni oradakı vəziyyət futbolda da biraz çıxaq qırağa, yəni ki, biraz da maraqlı olsun insanlar. Bir qismi futbola qulaq asmaq, bir maraqlı hadisələrə qulaq asmaq. İsraildə çox hadisələrimiz olub. Yəni o kiçik bir hadisədir. Doğrudan da İsraildə qanun işləyir. Yəni sənin adın sanın belə deyil də. Mənə Dinayev deyirdilər. Dinayev. Fikrət müəllim də Allah şahiddir də. Gəldi, saxladı, yolu poz. Mən sürürdüm maşını. O Dinayev, okey, go, get. Yəni çıx get. Все, getdim. Ən maraqlı hadisə başqa cür olub. Samir Ələkbərov, yəqin tanırsınızsa. Maraqlı bir hadisə olub. Mən təyyarədən qorxuram doğrusu. Biz Fransadan gəldik. Fransanın dalını heç nə soruşma. Fransadan gəlirik Samirlə bərabər. Başladı yolda mənlə samolyot düşdü, getdi belə, getdi, belə. Mən də bu neçə saat, 2 saat, neçə dəqiqə uçduq. Məni o dünyaya apardı da bu adam da. Təskin, bu dəqiqə düşəcək, belə olacaq. Olsun, dedim, yaxşı Samir. Gəldi, düşəndə qabaqda mən İsrailcə bilirəm, Samir də heç nə bilmir də, təsə gəlib bura. Qabaqda bütün polislər vardı, həmişə belə durublar. Dedim ki, arxada bir ərəb gəlir. O şeyə oxşuyur, terörist oxşuyur. Yığıldılar, 2 nəfər, birdən 4-5 nəfər oldular. Bu yanında bunun qolunu tapdadılar, durdular, arxaya apardılar. Şahin dedim, sağ ol. Şahin, qışqırırlar da, Şahin dedim, sağ ol. Bunu tutdular. O şimdi çəkdilər o tərəfə, bu tərəfə. İndi mən gedib bunu almaq istəyirəm. Zarafat olmaz axı, doğrudan da bu şeylə. Mən də o qədər məni deyib ki də, məni o qədər yığıb da, mən həddimi bilmirəm də. Bunların əlindən güclə almışam ki, belə də futbolçu yox, belə mən zarafat. Orada belə də güclə buraxdılar bunu. Həqiqətən də. İndi İsraildə çox şeylər olub. Yəni həqiqətən o Fikrət müəllimdə olduğu hadisə olub. Yəni o kiçik bir hadisə. Fransa ilə bağlı belə bir şey soruşum. Əslində soruşacağım. Yox, məsələn maraqlı tərəfi. Futbolçular yaddan çıxmışdı Fransa. Yox, o yaddan çıxıb. Fransa'yı biz uzun illərlə yaddan çıxartmıyoruz. Çünki bu il də Fransa ilə bir o rekordun yenilənmə variantı da var artıq. Yəni təhlükəsi var belə deyək. Orada maraqlı məqam indi o oyun necə olunmuşdu? Yəni necə oldu ki, böyük hesablı məğlubiyyət oldu? Futbolçularımızdan biri o vaxt deyəsən Yunus Hüseynov idi ki, demişdi ki, o məğlubiyyətin günahı Şahin Diniyevdədir. O da misal üçün demişdi ki, biz oyuna sakitcə çıxıb öz meydançamızda dayanacaqdıq müdafiədə. Çox da belə deyək də, çox rəqibi qıcıqlandırmayacaqdı. Şahin Diniyev 2 dənə uzaqdan zərbə vurdu. Onlara təhlükəli bir epizod yaratdı. Onlar da hissləndilər, biz 10 dənə vurdular. Ya Yunus zarafat Yunus bir necə adamdı, zarafatçıldı, hər şey. O birinci Yunus'un özü vurmuşdu birinci o zərbəni. Mənim üstümə atmasın. Birinci o Glavoy'dan o bıraxanda o vurmuşdu. Birinci ondan başlamışdı. Bu onun cavabı. Ancaq həqiqətən biz o vaxt nə vaxt idi? Biz təlim məşq toplantısı görmürdük. Məsələn, biz ancaq oyuna uçurduq gəldi Jitkovla bərabər. Vəli oradan oyuna gəlirdi. Nazim oradan öz. O zamanlar indi çoxumuz öz hesabımıza gəlirdik də niyə şeydir. Yəni biz xarici klubda oynuyorduk. Heç vaxt bilet pulu zat, yəni lüks zat heç nə şey eləmirdi. Yəni biz yığışırdıq. O vaxtlı məşqlərində futbolçudan günah ilə. Hərəmiz bir yandan gəlirdik. Belə milli komanda burada 2-3 gün bəlkə Neftçinin bazasında yığışardı, yığışıb gələrdi belə. Yəni bir ümumi bir konsepsiya yox idi. Necə oynayacaq, hansı taktikanı quracaq, hansı sistemdə oynayacaq. Əgər məsəl üçün deyirəm də, o vaxt indi düşünürəm ki, mən məşqçiyəm də.
daha çox qapalı futbol oynasaydıq ki, o vaxtları biz daha böyük hesablar olmaz. Bəlkə də xallar daha çox götürərdik. Biz açıq nə bilirdik, evimizdə nətər oynayırdıq. Məsələn, Kəpəzdə oynayan, Gəncədə oynayan, İsraildə oynayan nətər futbol oynayırdı. Gəlib həmin futbolunu burada oynayırdı və Fransanın o vaxtlar dünya çempionu olmuşdu deyəsən səhv eləmirəm. Sonra oldular bizdən. Sonra Hə, oldular. bizdən böyük bir heyət Kantana başda olmaqla dəhşət bir heyət. Hər oyunçu bizim bir futbolçu, bizim 11 futbolçunu dəyən bir futbolçu idi də. Məsələn, mənə elə gəlir ki, onlar 3 nəfər də oynasaydı biz udardılar meydançada. Belə bir böyük futbolçular idi də. O, bilməm də baxmısınız, görmüsünüz də. Elə bir məqamı idi ki, elə bir həmin gün sənlik deyildi. Hardan vururdular, gedib girirdi. Getməyən toplar gedirdi. Biz səhv eləmirəmsə birincisindən qapısını da dəyişdi. 5 il sonra dəyişdi ki, yaxşı oldu. Gedən o birisi 5. Yəni elə bir gün idi ki, hardan vururdular, gedirdi. Le Monde jurnalı var. Orada bir şəkil çıxmışdı. O məndə neçə vaxt saxladım, sonra atdım da. Bu Desailly tullanır, başdan oynamır. Elxan Əsənov da əllə oynayır da, qapıçıdır burada. Elxan Əsənovun əli tullanaraq, indi Elxan Əsənovun boyu da yaxşıdır da, əli də üstə gələndə Desaillinin burasına gəlir, çatır və qol vurur bu. Baxın, görün sinəsinə qədər Desailly hara tullanır. O futbolçu deyəndə o idi da. Demirəm, indi daha başqa cür oynasaydı, bəlkə Yunus'un sözündə həqiqət var da. Daha çox deyək ki, müdafiə stilli oynasaydı, Fransa 10 dənə yox, belə deyək 4 dənə. O zarafatsan deyir təbii Hə, ki. bilirəm, yox. Yəni o hər bir zarafat həqiqətən, bəlkə də biz qapalı oynasaydı, Epizodlarımız var, Sayın. Epizodlarımız var. 0-0-da bizim 2-3 epizodumuz oldu. Yəni futbol oynayırdıq da, yəni daha çox taktikanı qoymuşduq qırağa. Hərə nə bacarırdı, öz şeyini individual olaraq oynayırdıq da. O da bizim günahımız idi. Bəlkə də taktiki cəhətdən daha savadlı oynasaydıq, daha başqa belə hesablar olmayacaqdı. Yəni Yunus mənim bu yaxınlardakı müsahibələrin birində məqamı qeyd elədi ki, Sovet dövrünə çıxan futbolçuların, yəni ki, o 90-cı illərin əvvəllərində oynayan futbolçuların, onların ən azından fiziki cəhətdən problemi yox idi. Yəni fiziki, atletik cəhətdən problemi yox idi. Çünki o yaxşı komandalarda oynayırdılar. Sadəcə ölkə çempionatında və yaxud da ki, ölkə çempionatında məsələn rəqabəti görmürdü. Deyir ki, mən topu bəzən zərbəni vururdum, heç arxasına baxmırdı. Çönüb gedirdim ki, artıq qol olacaq da. Yəni çünki o dərəcədə çempionatda rəqabət olmurdu. Rəqib futbolçular, rəqib komandalar o səviyyədə olmurdular ki, yəni biz onlarla mübarizə apara və inkişaf eləyək. İnkişaf eləmək üçün, yəni çünki təbii ki, rəqabətdə inkişaf olur. Yəni çünki SNL birinci liqası da olsa belə, oradakı səviyyə ilə bu Azərbaycan milli çempionatının ilk 3-5 il, 10 ilində olan çempionat o deyildi də, yəni rəqabət onda deyil. Yəni o vaxtda futbolçular həqiqətən də bəlkə də beyin olaraq da, fiziki olaraq da hər şey yaxşı idi. Sadəcə komandanın heç də hamısı çox yaxşı komandalarda oynamadığına görə, rəqabətli yerlərdə oynamadığına görə və üstəlik də sizin qeyd elədiyiniz kimi onlar bir yaxşı bir təlim-məşq toplanışı mı deyim, yəni yaxşı ümumiyyətlə təlim-məşq toplanışı görmədiyinə görə və komanda bir yerdə uzun müddət olmadığında taktik problemlər olduğuna görə nəticə qazana bilmirdiniz. Bu problemlər vardı, amma indi elə bir məqam gəlib ki, biz indi düzdür, adam mənfi notlarla danışmaq istəmir, yəni çalışacağam ki, sonra da müsbət notlara köçülənək, amma qarşıda biz oktyabrda yenə də Fransa ilə qarşılaşma gözləyir. İndi çempionatda pis deyil, daha yaxşı çempionatımız var, futbolçularımız da az-çox legioner həyatı yaşayırlar. Amma yenə də söhbətlər, fikirlər var ki, komanda yenə də böyük hesablı məğlubiyyət ola bilər və rekord yenilənə bilər. Oktyabrın neçəsi oynayırıq? Oktyabrın 10-u olmalıdır. Bir çıxış yolumuz var ki, oktyabrın 10-unu kalendardan çıxardıq. Həqiqi bugünkü Fransa ilə bilirsiniz, futbol tamam başqa bir şeydir. Nə mənada? Fransa milli deyəndə gözünün önünə güc, atletika, fizik bir durum gəlir. Başa düşürsünüz? Heç mən o texnikanı qoyuram qırağa da. Baxın, deyək ki, MPP-nın bizim müdafiəsinin hər birini, Məmməd Əli Vəli ilə mübarizəsini gözünüzün qabağına gətirin. Artıq sizin üçün belə deyək ki, səhnə aydındır. Başa düşürsünüz? Demirəm, bu futboldur. Futbolda əvvəldən çıxıb uduzmaq heç kim istəmir. Hər kəs nəyəsə ümid edir. Hər bir baş məşqçi də, futbolçular da, federasiya rəhbər, jurnalistlər də, hər şey balaca bir nüansdan çox şey asılılıqlar var. Ancaq burada Fransa qabağı nüanslar olduqca azdır da. Başa düşürsünüz? Bugünkü durumumuzu ilk növbədə özümüzü düşünməli, hansı vəziyyətdəyik. İndi etiraf edək ki, bugünkü durumumuz o qədər ürək açan deyil. O qədər yox, ümumiyyətlə ürək açan deyil də. İndi bayaq mən yenə deyirəm ki, biz hər şeyi baş məşqçidə görəcəksə, yenə bizim nizat yolumuz olmayacaq. Hər şeyi bu futbolçulara görəcək ki, yenə bizim nizat yolumuz olmayacaq. Hə, yaxşı, bu futbolçulara baxın, görün, yaxşı, bu futbolçuların hamısını çıxartdıq. Hansıları gətirək, bir sayın görək.
və yaxud bu başlanğıcını çıxartdıq, o başlanğıcı gəlsin, hansılarla oynayacaq. Yəni bu ümumi bir problemdir. İndi strategiya qəbul olunub, Allah eləsin bunu icra eləyə bilər, həyata keçirə bilər. Onu nə zamana qədər icra eləyəcək, nətər kimlərlə eləyəcək. Bilirsiniz, çox asandır yazmaq strategiyanı, çox asandır. Bir məsəl üçün bir deyək ki, 22 səhifəlik bir şey yazdım, qoydun hətta uşaq futbolunu belə inkişaf, bu stadionlar belə tikiləcək, maddi texniki baza bu, maliyyə buradan gəldi, o birisi çox asandır. Və bunu icra eləmək gücündə olacaq və kimlərlə icra eləyəcək çox vacib məqam oldu. Başa düşürsünüz? Baxın bizdə 2005-2015 dövlət proqramı qəbul olundu. Nə oldu? Böyük pullar uçdu getdi xaricə hamısı. Bu proqram sanki kimin üçünə yazılmışdı, getmək üçün yazıldı. Nə oldu komandalardan? Bəlkə də indi siz yaxşı bilirsiniz ki, o büdcənin içində Xəzər Lənkərandan tutmuş, İmişlidən, Şəmkirdən tutmuş, Bakı komandasını tutmuş, bəziləri ümumiyyətlə yoxdur ümumiyyətlə. O proqram lazım idi mi? Kimlərlə proqramın hansı dövlət bunu eləmişdi? Sağlam bir düşüncə ilə, sağlam bir yerə getmək. O proqramdan bizə nə qaldı? Bunun arxasında nə qaldı? 2 dənə şey qalıb, balaca şey, o da qurtarır. Qəbələdən və Bakıdan çıxan futbolçular, akademiyadan çıxan bəzi futbolçular bugün bir çoxları qalır. Onlar da 29-30 yaşları var, səhv eləmirəmsə o vaxta gəlib düşür. Ondan sonra nəyimiz var? Və o şeydən 2 dənə balaca bir şey qaldı, 10 illik proqram. Hansı 10 illik proqramda milyardlarla pullarımız gördü. Ancaq bizim inkişafımızda heç bir səbəb olmadı. İndi biz yenə düşünsək, fokuslansaq ora, yenə bizim problemimiz olacaq. Fərqi yoxdur, toplananların yerini dəyişində cəm dəyişmir. Sadəcə bu toplananları biz düzəltməliyik. Nəyi toplamaq, bu çox vacibdir. Uğurlar, milliyə uğurlar inşallah, kaş hamımız səhv olaq, millimiz layiqətli bir mübarizə aparsın. Pozitiv heç də görünmür, məsələ budur, ümid eləmək olar da. Ümid eləyək. Yaxşı olacaq və müsbət notda bitirək. Şahin Diniyev, yəni yetərincə belə böyük karyeriniz var. Futbolçu kimi də yenə qeyd elədiyim kimi yaxşı karyeriniz keçir. Milli komandada işləmisiniz. Bundan sonrasını Şahin Diniyev öz baxımından necə görür? Biraz görürsüz, fikirləşməyə məcburam. Niyə görə ki, biz məşqçilər öz taleyimizi özümüz yazmırıq. Ona görə çox vacibdir, düşərli bir şans. Bilirsiniz, Churchilldən həmişə Churchillə bir şey arzuluyurlar. Deyirlər, sənə çox uzun ömür arzuluruq, bol ruzu, bərəkət arzuluruq. Hamını saxladı, dedi, dayanın. Dedi, mənə onu arzulamayın. Mənə siz bəxt və uğur arzulayın. Çünki Titanikdə olan insanların çoxu məndən sağlamı idi, çoxu da məndən pullu idi. Orada kimin şansı və bəxti oldu, onlar yaşadılar. O sarıdan indi bu futbol da, bu məşqçilik də, futbolçu karyerası da onunla bağlıdır. Daha çox sağlamlıq, bol bərəkət, o uğur və şans olarsa, uğur və bəxt olarsa, onun içində o da var. Sağlamlıq da var, bol ruzu, bərəkət də var. Biz asılıyıq. Bizim taleyimizi çox əfsuslar ki, özümüz yazmırıq. Kimlərsə bizim yazımızı yazırlar. Əlbəttə, yuxarıda Allah yazır yazımızı. Ancaq aşağıda da bəndələr yazır. Bir gün biz seçimimiz yoxdur. Hərdən bir də görürsən bir naşı bir futboldan kənar adam deyir, get filan komandanı götür, o filan komanda yaxşıdır. Elə bir götürmək bizim əlimizdədir də. Yəni indi bunu başa sal ki, bizlik bir şey yoxdur da. Yəni ki, hər şeyi, yəni ki, belə deyək də, ədalətə, Allahın hökmünə buraxıram. Yəni ki, əlbəttə mən indi belə deyim də, buradan getməyəm mənim çox xeyrim oldu. Bilirsiniz, mən açıq deyirəm də, yəni ki, məndə o qədər əsəb stresindən yaranan bir xəstəliklər vardı ki, bunu biz görmürük. Niyə görə? Hər zaman insan orqanizmi belə gərgin olur və gərgin olan momentdə heç bir problemi görə bilmirsən. Yəni saxlayır. Artıq boşaldıqdan sonra bütün problemlərin sənin üzə çıxır ki, burada kiçik şeylərdir. Ancaq bu kiçik şeylər böyük şeylərə getmək üçün ilk addımlarını atırdı və mənə deyə gəlir ki, bu zaman ərzində mən özümü toparlaya bildim. Mən özüm üçün özümün sağlığını, bayaq dediyim kimi sağlamlığına, hər şey futbolla, pulla, vəzifə ilə bağlı deyil ki, mən bayaq dediyiniz istefa mədəniyyəti var. Hər şey tutum, o pulu alım, o kresloda oturum və sənin vicdanın səni bunu qoymur. Sən görürsən ki, artıq sən burada bu xeyri verə bilməyəcəksən. Bu uzaqlaşmaq daha yaxşı realdır. İndi gələcəyə nikbin görürəm. İnşallah hər şeyin yaxşı olmasını inanıram və düşünürəm ki, davam edəcək futbolda daha böyük uğurlar qazanmaq üçün bu vaxt da bizim üçün böyük bir fürsət idi. Qısa bir şey soruşacağım. Bu Azər futbolun pozitiv yeri kənarda dedik, tamamlamaq istəyirdik. Yəni Qarabağ faktoru var da bu klub. Mən niyə görə Qarabağ anons etdim?
Qarabağda siz də işləmisiniz və hansı dönəm işləmisiniz? Bu hazırki sponsorizasiyon komandanı götürəndə ilk baş məşqçi siz olmusunuz da. Bəli, səhvimsə rəhmətli Adil Nadirov Bəli, dəvət eləmişdi və ona görə bu gün Qarabağ rəhbərliyi haqqında sizin fikirləriniz maraqlıdır. Çünki bu gün həmişə onun nümunə göstərilir ki, bu rəhbərlik Qurban Qurbanovun arxasına dayandı, uzun vaxt verdi. Ona görə bu sistem quruldu, hansı ki bu digər klublarımızda tətbiq etmək lazımdır. O sistemin də bəlkə də belə bünövrəsini quranlardan birisi olmusunuz o vaxtda. Periyodda bir qısa danışsanız və bu gün Qarabağ modelini hansı formada tətbiq etmək olar digər klublarda? O rəhbərlik onu necə şəraitlərdə Qarabağ baş biz verdi? mənlə başlığım altında biz UEFA 3-cü yeri tutduq. Düzdür, şeydə sonra Panamarev gəldi, bunu davam elətdirdi. Ancaq həqiqətən Qarabağ rəhbərliyi bugünkü göstərən neçə illərdir də, təxminən bir 10 neçə ildən çoxdur da. Bu stabil olaraq komandanın üstünə oldu və addım-addım birdən-birə yox, bilirsiniz, birdən-birə biz istəyirik ki, böyük bu günlər məsələn deyək ki, Gəncəyə böyük sponsor gəldi, milyardlar gəldi. Onun arxası yoxsa bunu addım-addım eləyəndə klub uğurlu ola bilir də. Birdən-birə gələndə, birdən-birə gəlmək birisi nə deməkdir? Böyük pullarım qoydu, böyük bir belə deyək ki, legioner yığımını bura gətirdi. Bir mühəbə. Baxın görün Anji yadınıza gəlirsə, bir Süleyman Kərimovun yığdığı bir Anji vardı və orada Carlos falan var. Sonra nə oldu? Bir ildən sonra artıq yoxdur. Ümumiyyətlə indi heç Premyer Liqada yox. Ümumiyyətlə Anji yoxdur. Dinamo gəlib, o da başqa bir şəhər yerinin şeyi ilə gəlib də. Yəni belə bir şey yaratmaq, ancaq Qarabağ buna tam başqa cür. Əvvəl yadımdadır biz Suraxanda stadion meydança tikəndə bizim məşqçilər, mənlə işləyən məşqçilər də var, administrator da var. Onlardan soruşub Məhi də başda olmaqla, orada indi qalır Məhidə. Bir gün mən bunları yığdım, gəlin gedən əkmişdilər Balqar bir firması. Qanqallar çox idi. Biz barmağımızla qanqalları meydançadan çıxardıq ki, o otlar qoymurdu, o birisi otları. Biz məsələn 2 gün, 3 gün biz onunla məşğul oluyoruz futbolçu. Yəni ki, bu elə belə gəlmir. Qarabağ bu gün elə belə gəlmir. Qarabağ addım ata-ata bir gün stadion, bir gün yer alıb oradan bazardır ki, bir gün bu birisi futbolçu, bir gün biz addım-addım gələn bir şey stabil olur. Ancaq birdən gələn bir şey birdən də gedir. Bir şey birdən gəlirsə birdən də yox olur. Ancaq addım-addım yığılan bir şey mütləq onun bəhrəsini verir. Bu gün də məsələn Allah rəhmət eylesin Abdulbari Bari çox müdrik bir insandır. Şəxsi tanışlığım var idi. Çox müdrik bir insan idi. Çox müdrik idi. Hərdən deyirdim ki, falan deyirsən insanları burax, sən arxasınca bax. Və hər bir insana da 3 dəfə şans verməyə çalış. Bir dəfə səhv edə bilər, bir dəfə aldada bilərlər. 3 dəfə artıq eləsə bunun niyyəti budur. Yəni bir dəfə ola bilər ki, bilmədən. Bir də kim söyləyəcək şeytan onu. 3-cü dəfə artıq eləyirsə çox müdrik bir insandır və o dediyim o 3 dəfə şansı var. Qarabağa bilirsiniz o şansı verə, yəni 3 dəfə demirəm, yəni bu şeydə də. Yəni bir dəfə alınmadı, o deməkdir ki, sürüb getməlidir. Bu günlər kuboku götürməlidir, küsüb sponsor getməlidir və yaxud bu günlər çempionu uduzdu böyünləri komanda bu qədər pul buraxdı, siz uduzdu. Onlar küsmədilər. Onlar addım o şansı. Baxın mən Abdulbarinin harasına toxundum. Hardan gələn bir qoyulan bir şey idi. Bax onun qoyduğu bir mükəmməl bir layihədir və onu da həyata keçirir. Harda Tahir Gözəloğlu həyata keçirir. Düşünürəm ki, daha uzun müddətli olar. Bu günlərim Qarabağın Avropa klubu, böyük bir klubu olmaq üçün hər bir şansı var. Ancaq bir dənə nüans var ki, rəqabət baxımından yerli çempionatda ola bilər ki, mane olan bir şeylə başa düşür. Hər zaman təzyiq altında futbolçu, bayaq siz düzgün qeyd edirsiniz, artıracaq, inkişaf edəcək. Ancaq hər zaman rahat çıxıb udacaqsa, belə də kilometraj var da, bir oyunda 12.000 gedirsə bu adam, 8.000-ə bu məsələn həll edirsə, artıq 4.000 sən Avropada artıq 16-ya getməlisən, 14-ə, 13-ə getməlisən. Bunu eləyə bilmirsən, sən 8-dəsən, 8 kilometr ona öyrəşmirsən. Sürətin budur. Bugün meydançıda, topun meydançıda olması nə qədərdir? Baxın, Avropa ilə bizim çempionatı götürün. Nə qədər topun meydançıda olması. Arada hətta 15-20 dəqiqə fərq var deyirlər. Çox var. Mən də indi futbolun içində məşqçi kimi qeyd edirəm də. Futbol meydançıda nə qədərdir də? Hərdən deyirlər ki, 56 dəqiqədə meydançıda şey olur da, maksimum 56-60 dəqiqə olur da. Avropada zətdə də belə buna. Bizdə 42-38 nə bilim, nə qədər faktı bilmirəm də. Ancaq baxın onda hər futbolçuya nə qədər düşür? Onu 10 yerə böl, qapısını çıxıram. Hər futbolçunu 56 dəqiqədən 2 dənə 20 nəfər böl ona hərəsi nə qədər? 40 nəfər, 20 nəfərə hərəsini 2 dəqiqə yarım, 3 dəqiqə, 3 dəqiqə maksimum hərəsinə 60 dəqiqədir. Hər futbolçu 3 dəqiqə oyunda topla oynamaq şeyi düşür də. İndi bizdə ümumiyyətlə 1 dəqiqə yəni. İndi bax bizdə hər bir inkişaf nədir? Bu inkişaf da rəqabətdir də. Bayaq dedim Qarabağın yeganə rəqibi bu rəqabətin olması ola bilər ki, onu daha çox qabağa apara bilməsin. Belə, Şahan, təşəkkür edirəm gəldiyinizə görə. Sizə uğurlar arzulayıram. İnşallah yaxın müddətdə yenə də siz mətbuat konfransında biz
belə yanbayan yox, üzbəüz oturarıq, olun. suallarımızı verərik. Sizə uğurlar İnşallah. arzulayıram, Sağ olun. təşəkkür edirəm Mən sizə gəldiyinizə. təşəkkür Ana, edirəm, uğurlar. Sağ olun, Sağ ol. çox sağ ol gəldiyinə görə. Sağ olsun. Belə, növbəti 11 adam ekstra başa çatdı. Növbəti görüşlərdə sizi salamlayarıq. Sağ olun.